Salam değerli abituriyentlərim, hər vaxtınız xeyir olsun. Mən bugün sizə birinci qrup üzrə fizika fənnindən 20 variant sınav imtahanından olan sualları izah edəcəm. Sınav nömrə 1 izah eləmişdik. Keçirik sınav nömrə 2-yə. Deməli, buradan mövzularımız nədir? Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi, elastiklik sürtünmə qüvvələri, impuls, enerji, mexaniki iş, güc və saxlanma qanunları. Başlayaq birinci sualdan. Bizə deyir ki, cismin impulsun zamanın asılı qrafikinə əsasən hansı kəmiyyətlər hesablana bilər? Baxın, görürəm ki, impuls var və zaman var və impuls 0-dan P-yə qədər, P1-ə qədər artıb. Cismə təsir edən qüvvə. Biz bilirik ki, qüvvə impulsu və yaxud da ki, impuls dəyişməsi qüvvə ilə təsir müddətinin hasilinə bərabərdir. O zaman mən burada F-i təyin edə bilərəm. Bu bir doğrudur. T müddətin cismin getdiyi yolun uzunluğu. Yəni uşaqlar yolun uzunluğunu hesablamaqdan ötürü bizə əlavə məlumatlar da lazımdır. Odur ki, biz buradan kütləni tapmaq lazımdır ən azından ki, sürəti təyin edək. Amma o da yoxdur. 2 doğru olmayacaq. Cismin təcili. Cismin təcilini hesablamaqdan ötürü F-i taparıq. Amma gərək eyni kütlə də olsun ki, A təcilini təyin edə bilək. Ona görə 3 də doğru deyil. Yəni yalnız birinci cavab doğrudur. C variantı. 2. Üfüqü müstəvidə sükunətli olan M kütləli cisim F qüvvəsi təsiri ilə hərəkətə başlayır. Cismə təsir edən sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Baxın, bu qüvvə əvvəlcə sükunətdə idi, düzdürmü? Yerində dayanmışdı. Daha sonra nə baş verir? Mərkəzdən aşağı doğru emci ağırlıq qüvvəsi təsir göstərir. Bunu buradan qeyd elədim. Dayağın reaksiya qüvvəsi yuxarıya doğrudur, dayağın cismə doğrudur. F qüvvəsinin paralel və perpendikular toplananları var. Onları çəkmək lazımdır. Bura olacaq fx. Hansı ki alfa bucağı bitişdiyi üçün buna olacaq f kosinus alfa. Digər isə bu n reaksiya qüvvəsi ilə n üst-üstə düşür, fy. Buna da deyəcəyik ki, f sinüs alfa. İndi əsas fikir verməli olduğumuz məqam nədir? Əvvəlcə sükunətdə idi. F qüvvəsinin təsirilə hərəkətə başladı. Hərəkətə başlayırsa, deməli onda başlanan sürəti 0 olub əvvəlcədən. Bu bərabər yeyinləşən hərəkət olub. Müyünün sürtünmə misalı olduğunu qeyd edib. Onda biz nə edərik? Deyərik ki, sola doğru f kosinus alfa var, yuxarıya doğru f y, yəni f sinüs alfa var. Yuxarıya doğru həmçinin n reaksiya qüvvəsi var. Əgər bu sürtünmə qüvvəsini istəyirsəm, yəni yeyinləşən hərəkətdə burada sürtünmə yaranır. Sürtünmədə artıq çıxıb. Sürtünmə qüvvəsi düsturu mü n-ə bərabərdir. Düzdürmü? İndi buradan görürəm ki, n ilə f sinüs alfa ikisi də yuxarıya doğru. Niyə görə? Çünki üfüqi istiqamətdə hərəkət olduğuna görə şaquli istiqamətdəki qüvvələr əvəzləyici sıfıra bərabər olduğundan belə deyək ki, istiqamətli qüvvələr bərabər olur. Buradan da mg-ni tapıram. N-i buradan təyin edilmək istəsəm, mg çıxılsın f sinüs alfa olar. Buradan belə qeyd elədik. Daha sonra mg ağırlıq qüvvəsi aşağıya doğruydu. Heç buna ehtiyac yoxdur ki, bizə nə istəyir? F sürtünmə müəyyən deyildi. Yox. N-in qiymətində aldığımız üstüra var. Burada yerinə yazaq. F sürtünmə bərabər olacaq. Mü vurulsun. Mg çıxılsın f sinüs alfa. Mü vurulsun. Mg çıxılsın f sinüs alfa. Belə bir cavab yoxdur. Onda nə deyərik? Belə bir cavab yoxdur, amma biz də səhv eləməmişik. Sadə sualdır. Odur ki, cavablarda düzgün variant yoxdur. Üçüncü suala gəlin keçək. Deyir ki, cisimlərin şaquli istiqaməti yuxarı atdıqda onların maksimal qalxma hündürlükləri arasında hansı münasibət doğrudur? Yadda saxlayın ki, burada kütlələrin rolu yoxdur. Müqavimət qüvvəsi nəzərə alınmır. Onda maksimal hündürlüyü hesablamaqdan ötürü V0 kvadrat bölünsün 2J düsturunu hesablayarıq, istifadə edərək. Buradan görərəm ki, H maksimal V0-ın kvadratından düz mütənasib aslında. Onda deyəcəm ki, V1 V2, V3-dürsə və V2, V3-ə bərabər olanda H2 də H3-ə bərabər olmuş olur. Və V0-ın kvadratından düz mütənasib aslında. İndi görürəm ki, V1 onlardan kiçikdirsə, H1 də onlardan kiçik olacaq. H1 kiçikdir H2, H3 bərabərliyindən. Cavab eləyər C variantı.
Daha sonra dördüncü suala gelin geçelim. Deyir ki Joule vurulsun saniye bölsün kilogram vur metrin kvadratı. Joule özü Newton vur metrdir. Newton ise kilogram vur metr böl saniye kvadratıdır. Bu Newtondur. Joule da Newton vur metr olduğuna göre oldu metrin kvadratı. Sonra göre başka neler var? Saniye var sürətdə. Məxrəcdə isə kilogram vurulsun metrin kvadratı var. İndi ne indik buradan? Metr kvadratlarını ixtisar apardıq. Saniye kvadratının bu saniye ixtisar getdi. Kilogramlar belə ixtisar getdi. Cavab eləyəcək 1 böl saniye. 1 böl saniyesi tezliğin vahididir. Daha sonra 5. suala gəlin baxaq. 5. sualda deyir ki, yerin süni peykinin sürətini yer səthində olan məsafədən asılı qrafiki. Yer səthində olan məsafə, yəni h hündürlüyüdür. Və bilirik ki, yer səthində onun müəyyən bir qiyməti var. Yer səthində onun qiyməti nə qədər idi? 8 kilometr böl saniye idi. Bunun onda deməli müəyyən bir qiyməti var başlanğıcda və sonra azalır. Niyə görə azalır? Çünki birinci kosmik sürətin düsturu kök altında Gm bölünsün R'dir. Bu arada uşaqlar bu proqramdan çıxarılıb, amma hər ehtimalda yəni bunu bilməyiniz vacibdir. R üzərinə gəlsin H. Yəni hündürlük artdıqca o məxrəc artdığı üçün cavab azalacaq. Ona görə həqiqətən də V0 qiymətindən başlayaraq tərs mütənasib asılıdır. Cavab belədir D variantı. Sonra növbəti suala baxıram. Cismin kinetik enerjisinin getdiyi yolun uzunluğuna asılı qrafikinə görə cismin təcilinin təyin edilməsi üçün daha hansı kəmiyyət məlum olmalıdır? Baxın, biz nə bilirik? Bilirik ki, kinetik enerji Y kinetik sıfırdan Y kinetikə gəlib və bu qədər müəyyən bir S məsafəsi qət edib. Bilirik ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Baxın, mən sizə deyirəm ki, bax bunu hər dəfəsini yada salın. Hər məsələdə, yəni işlə bağlı, enerjilə bağlı hər məsələdə bunu yada salın. Görəcəksiniz ki, çox vaxt bizim əlimizdən tutacaq bu düstur. Əvəzləyici qüvvənin düsturu nədir? F vurulsun S-dir. Kinetik enerji isə təbii ki, Y kinetik çıxılsın, Y kinetik sıfırdır. İndi biz buradan təcil təyin etməkdən ötürü nə edə bilərik? Bizə təcil deyirdi, düzdürmü? Bu kinetik enerjinin dəyişməsini F-si bərabər eləyərik. Buradan F-i tapsaq, şərti bir toxuyum uşaqlar. Nə deyir? Cismin kinetik enerjisi yoluna asılı qrafik verilib. Cismin təcil təyin edilməsi üçün daha hansı fizik kəmiyyət məlum olmalıdır? İndi F'i tapmışıq da biz buradan, düzdür? Onda belə deyək. F qüvvəsini biz buradan təyin elədik. Daha hansı məlum olmalıdır deyirsə, daha hansı kəmiyyət məlum olmalıdır? Onda baxın, A təcil məlum olar da. Çünki F'i biz buradan tapa bilirik. Bu F əvəzləyicidir də zaten. F əvəzləyici nədir? MA-dır. A təcilini tapmaqdan ötürü F əvəzləyici bölünsün M olmalıdır. F əvəzləyicini buradan tapdım. A-nı istəyir bizdən. Deməli, bir dənə də kütlə lazım olmalıdır. Ona görə cavab bizə verməlidir. Cismin kütləsi, yəni Y variantı. Əgər sual olsaydı ki, burada hansı fizik kəmiyyəti təyin edə bilərik, onda cismi təsir edən qüvvəni göstərə bilərdik. Sonra 7-ci suala baxıram. Sərbəst düşən cismə təsirin ağırlıq qüvvəsinin işini düşmə müddətindən asılı qrafiki. Sərbəst düşürsə, bərabər yerləşən hərəkətdir, ağırlıq qüvvəsinin işi. Sərbəst düşürsə, ağırlıq qüvvəsi müsbət iş görmüş olacaq. Və ağırlıq qüvvəsinin gördüyü iş nə qədərdir? mgh-dır. Və sərbəst düşmə zamanı h-ın düsturu necə idi? gt kvadrat bölü 2 deyildi mi? Bəli, onda olacaq m artıq j kvadrat t kvadrat bölünsün 2 olacaq j'yə vurduğumuz üçün. Onda parabolik aslı olacaq. Cavab eləyək B variantı. 8-ci suala baxıram. 8-ci sualda sərbəst düşən cismin kinetik enerjisi 10 joule artarsa, baxın, sərbəst düşürsə aşağı doğru, o yeyinləşən hərəkət edir, bərabər yeyinləşən və onun potansiyel enerjisi ilə kinetik enerjisinin cəmi tam mexanik enerjidir və tam mexanik enerji
saxlanılır, sabit qalır. Kinetik enerji artanda potansiyel azalır və ya tərsinə. İndi burada aşağı doğru düşdüyü üçün kinetik enerjisi 10 joule artanda, 10 joule artanda potansiyel enerjisi 10 joule azalır. Çünki o hündürlüyünü azaldır da bir növ. Ona görə də potansiyel enerji 10 joule azalacaq. Tam mexaniki enerji dəyişməyəcək. Çünki tam mexaniki enerji sabit qalır, konstantdır. 9-cu suala gəlirəm. Üfüqi müstəvidə dayanan cismə təsir edən maksimal sükunə sürtünmə qüvvəsi asılıdır. Baxın, əslində maksimal sükunə sürtünmə qüvvəsi o deməkdir ki, sükunə sürtünmə qüvvəsi maksimum qiymət alır və artıq sürüşməyə başlayır. Sürüşmə sürtünmə qüvvəsidir. Və sürtünmə qüvvəsi zaten biz bilməliyik ki, toxunan səthlərin kərə götürlüyündən, ölçü demək ki, materialından, növündən asılıdır. Ona görə də bu ikincisi öndəki diqqəti çəkir. Cismin kütləsindən. F sürtünmən özü nədir? F sürtünmən özü μ-dir. N'in dəyərini biz ya mg yaza bilərik, ya da mayın müstəvidə mg qoşulsa, amma deyib üfüqi müstəvidə. Üfüqi düşsə onda olacaq mg. Onda m kütlədən də düz mütənasib asılıdır. Sahədən asılı olmur uşaqlar. Ona görə də cavab eləyər yalnız 1-2 A variantı. Sonra 9-cu sual, belə idi, indi 10-cu suala keçid edirəm. 10-cu sualda deyir ki, çəkisi nəzərə alınmayan yaylarda yaranan, deməli yayların çəkisi nəzərə alınmır. Elastik qüvvələr arasında hansı münasibət doğrudur? Baxın, mən sizə hər dəfəsində demişəm ki, mərkəzdən aşağı doğru çəkilən bu mg2 var, ha. Hər birində, yox, birinci ilə ikincidə mg-dir, üçüncüdə isə 2 mg-dir. Aha. Bizə deyir ki, elastik qüvvələr arasındakı münasibət. Bir mənalı yadda saxlayırıq ki, yayın deformasiya olunmasına səbəb olan qüvvənin əksinə yönələn qüvvə elastiklik qüvvəsidir. Yəni, elastiklik qüvvəsi KX ilə hesablana bilər. Hooke qanunu əsasında bəli, belədir, mənfi KX. Ancaq ki, deformasiya etdirən qüvvənin əksinə yönələn qüvvə elastiklik qüvvəsi olduğuna görə, əvvəlcə bu yayı deformasiya etdirən, yəni uzadan hansı qüvvədir? mg-dir. Ona baxmaq lazımdır. Görürəm ki, birinci ilə ikincidə mg-lər eynidir. Ona görə də F1, F2 bərabər olacaq. F3-də isə görürəm ki, 2 mg-dir. Ona görə də onun qiyməti böyük olmuş olacaq. F1, F2 bərabərdir. F3 isə daha böyük olmalıdır. Görək. Həm də Y variantı buna uyğundur. Bu şəkildə daha sonra gəlirik növbəti suala. 11. Deyir ki, yer səthindən H1 hündürlükdə sərbəşmə təcili J0/4, H2 hündürlükdə isə J0/9 olarsa, H2 və H1 nisbəti nə qədərdir? Yadınıza gəlirsə, belə bir düstur var və mən demişdim ki, bu sizə hər zaman lazım olacaq. Deməli, nə demişdik həmin o düsturlar üçün? FH bərabərdir. F0 bölünsün, vurulsun, R bölünsün, R üstə gəl H-ın mötərizə kvadratı. Bu, J üçün də belə idi. JH bərabərdir. J0 vurulsun, R bölünsün, R üstə gəl H-ın mötərizə kvadratı. Və yadınızdadsa demişdik ki, H neçə R-dirsə, yəni məsələn, H tutaq ki, N R-dirsə, onda biz neyinədik? N-in üzərinə bir gəlib kvadratı yüksəldirdik və onun verdikdə qiyməti qədər qüvvəmiz və ya sərbəşmə təcilimiz azalırdı. İndi birinci halda J0/4 olur. Onda burada da J0'dır. R bölsün, R üstə gəl H-ın mötərizə kvadratı. İndi fikir veririk burada nəyə? J0'lar ixtisar gedir və mən hər tərəfdən kök götürsəm, onda nə olacaq? 2'də 1 bərabər olacaq. R bölsün, R üstə gəl H. Onda biz buradan H tapmaq istəsək, həqiqətən də R-in özü olmuş olacaq. Bu H1'dir. Həm də ki, deyə bilərik ki, bu 4 dəfə azalıbsa, deməli 1 olub ki, 1-in üzərində 1 gələndə 2R, onun da kvadratı 4 olub. Yəni H1'imiz 1R-dir. İndi gəlirəm H2-ni hesablamağa. Ondan ötürü əvvəlcə sağı ağardaq. Burada nə deyəcək? Deyəcək ki, yenə də GH eyni ifadədir. Bu dəfə J0/9 bərabər olacaq. J0 vurulsun, R bölünsün, R üstə gəl H-ın mötərizə kvadratı. Nə dedik? Dedik ki, buradan da J0'ları ixtisar aparıb kökə sala bilərik. Onda olacaq ki, 3'də 1 bərabərdir. R bölünsün, R üstə gəl H. Və biz buradan R-i, 3R-i bərabər edə bilərik. R üstə gəl H-a. H ilə bərabər edək 2R. Deməli, H ikinci halda 2R'dir. H2 böl H1'də bizə verəcək 2/1, yəni 2'ni.
Cavab eləyər B variantı. Həm də ki, burada da deyə bilərik ki, əgər 9 dəfə azalıbsa, deməli haşımız 2 erdir ki, üzərinə 1 er gəlib kvadrat yüksəldəndə 9 eləyib. Yəni bu şəkildə yadda saxlamaq olar. Sonra gəlirəm 12-ci suala. Deyir ki, sərbəst düşən cisim üçün hansı ifadələr doğrudur? Bərabər təcili hərəkətdir. Bəli, yeyinləşən hərəkət bərabər təcili hərəkətin növüdür. Bərabər sürətli hərəkət deyil. Çəkisi mc xeyr. Əgər sərbəst düşmə varsa çəkisizlik halıdır. Çəki ola bilməz. Cavab eləyər 1 və 4, yəni A variantı. Sonra 13-cü suala baxıram. Deyir ki, ümumdünya cazibə sabiti. Ədədi qiymətcə 2,1 cisim arasındakı cazibə qüvvəsinin sinir kütlə hansı nisbətinə bərabərdir? Yəni özümüz bunu deyək. Ümumdünya cazibə sabitidir. J'nidir. J bərabərdir onda Fr kvadrat bölünsün M1, M2. Düzdürmü? Aha. Onda biz nə edə bilərik? Deyə bilərik ki, buradan kütlələri 1'dir. Hər birinin kütləsi 1 kiloqram, məsafəsi 1 metr olan qüvvəyə bərabərdir. Bax, fikir verin, kütlələr də 1 olsa, R də 1 olsa, FJ'ye bərabər olmuş olar. Ona görə də deyəcək ki, hər birinin kütləsi 1 kiloqram, aralarındakı məsafə 1 metr olan 2 nöqtəvi cisim arasındakı cazibə qüvvəsinə bərabərdir. Cavab eləyəcək D variantı. Daha sonra 14-cü suala baxırıq. 14. Şaqili yuxarı yönəlmiş. Ay, yuxarı yönəlmiş. 2 metr bölü saniyə kvadrat təcili hərəkət edən lifdə 20 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsini və cismin çəkisini hesablayın. Şuralar ağırlıq qüvvəsini hər zaman mg kimi qəbul edirik. A təcili ilə aşağı, yuxarı, sağa, sola hara atırlar atsınlar. Ağırlıq qüvvəsi hər zaman mg'dir. 20 kiloqram isə 20'ni ona vurduqda 200 newton eləyər. Bir də var çəki. Çəki isə A təcilindən asılıdır. Yəni, yuxarı doğru hərəkətdə M vurulsun J plus A-dırsa, onda nə olmalıdır? M 20 kiloqram, vurulsun 12. Niyə görə? 10 ilə 2-ci cəmi. Bu bizə verər 240 newton. 200 newton, 240 newton D variantına uyğun cavabdır. Sonra gəlirəm 15-ci suala. Deyir ki, cisim maye müstəvi üzərindədir. El-Ervin diaqramında uyğun bəndləri müəyyən edin. Maksimum sükünə sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi. Bir qədər burada absurdluq var məncə. Niyə görə deyirəm uşaqlar bunu? Çünki sükünə sürtünmə qüvvəsi maksimum qiyməti ilə sürüşmə sürtünmə qüvvəsidir. Niyə biz bunu maksimum yox, elə sükünə sürtünmə qüvvəsi kimi qəbul edək? Onda nə olacaq? Normalda bilməliyik ki, sükünə sürtünmə qüvvəsi nədir? Sükünə sürtünmə qüvvəsi mg sinüs alfadır. Bunu da nəyə əsasən deyirdik? Bax ki, belə bir maye müstəvi var. Düzdür? Üzərində də cisim göstərək. Belə bir cisimimiz olsun. Bu cismə mərkəzindən aşağı doğru mg ağırlıq qüvvəsi təsir göstərir. Bu nədir? Perpendikulyar və paralel toplananlarını da göstərək. Yuxarı doğru sükunət yaranar. Dayağı reaksiya qüvvəsi də yuxarıya doğru. İndi gəlin qiymətləri qeyd edək. Bura mg'dir. Bura mg kosinüs alfadır. Bura mg sinüs alfadır. Çünki biz demişik ki, alfa bucağı sərtləməli gəlir. Ona görə də burada da alfa bucağı olduğu üçün mg kosinüs alfa bucağında bitişik olan proyeksiyadır. Yuxarıya doğru isə sürtünmədir. İndi məsələ nədir? Əgər bu sükunətdə olacaqsa, sükunət sürtünmə qüvvəsi, bunları özünüz əzbər bilməlisiniz zaten. Mən isbat verirəm sizə. Mg sinüs alfadır. Yox, əgər sürüşəcəksə, sürüşmə sürtünmə qüvvəsi müəyyən olmalıdır. Və n burada mg kosinüs alfa ilə tarazlaşır. Fikir verin. Ona görə də f sürüşmə sürtünmə bərabər olmalıdır. Mg kosinüs alfaya. Və bir də onu qeyd edək ki, alfa bucağı artacaqsa, sinüs alfa artan funksiyadır, o da artacaq. Onda sükunət sürtünmə qüvvəsi artar. Amma kosinüs alfa azalan funksiya olduğuna görə sürüşmə sürtünmə qüvvəsi azalar. Bax, bu qeydləri sizin üçün verdim. İndi maye müstəvinin meyl bucağından asılıdır. Zaten hər ikisində alfa bucağı var. Bir hər ikisi.
MC sinüs alfa ifadəsinə bərabərdir. Bu sükunət sürtünmədə, amma maksimal deyə də bilərik əslində. Yəni onun artıq bir növ sürüşməyə keçdiyi bir nöqtə deyə bilərik də belə. Ona görə bu ikiyə uyğundur. Sürtünmə əmsalına nasıldır? Hər birində varmı? Yox. Sadəcə sükunət sürtünmə qüvvəsində yoxdur. Sürüşmə sürtünmə qüvvəsində var. Ona görə 3 gəlir sürüşməyə. Mail müstəvi meyl bucağını artırdıqda azalır. Bucağı artırdıqda azalan hansıydı? Sürüşmə sürtünmə idi. Ona görə də sürüşmə sürtünmə 4 buna uyğundur. Meyl bucağını artırdıqda artır. Bu da sükunət sürtünmədir. 5. Cavab eləyər 2, 5, 3, 4 və ortada 1. 2, 5, 3, 4, ortada da 1. Aha, bəli. Ona uyğun cavabımız C variantıdır. Daha sonra davam edirəm. 16-cı. Deyir ki bizə kub formalı cisim üfüqü müstəvidə sürüşür. Kubu tilinin uzunluğu 2 dəfə böyük olan eyni materialdan hazırlanmış. Bu əsas məsələ. Eyni materialdan hazırlanmış kubla əvəz etdikdə sürtünmə əmsalı. Sürtünmə əmsalı mü burada ölçülərdən asılı deyil. Yalnız toxunma səthləri materialından asılıdır. Ona görə də material eynidirsə sürtünmə qüvvəsinin əmsalıdır. Sürtünmə əmsalı dəyişməz. 17-yə gəlirəm. 17. Deyir ki, verilmiş radius çevre üzrə fırlanan cismin kinetik enerjisinin dövrətmə periyodunun asılı qrafikini müəyyən edin deyir. Radiusumuz sabitdir. Onda belə eləyə bilərik. Kinetik enerji mv kvadrat bölü 2 deməkdir. V'ni 2 deməkdir. V'ni yerinə nə yaza bilərəm? 2 pi yaza bilərəm. Onda kvadrat olacaq 4 pi kvadratı, r kvadratı 2 pi r bölü t dedik. Hə? 4 pi kvadratı r kvadratı bölünsün t kvadratı. Burada 2 var idi. Burada da n var idi. İndi mən nə görəcəm? Görəcəm ki kinetik enerji t periyoddan kvadratik də olsa tərs mütənasib asılıdır. Cavab eləyəcək A variantı. Tərs asılının variantı. 18'e baxıram. Deyir ki, dinamometrlə ölçülür. Dinamometr qüvvəni ölçür. Qüvvəni ölçən cihazsa, onda burada da ancaq qüvvə olmalıdır. Cismin çəkisi bir qüvvədir. Yadda saxlayın, onu qarışdırmayın. Sürtünmə qüvvəsi də qüvvədir. Cismin dayağı göstərdiyi təzyiqdir bu. Təzyiq qüvvəsi deyil. Ona görə də yalnız burada 1-2 doğru olacaq. Sonra keçirəm 19-cu suala. Deyir ki, gücü 20 kilovat olan avtomobil 70 km/saat sürətlə hərəkət etdikdə mühərrikin dartı qüvvəsini hesablayın. Burada bir sual var ki, yəni sabit 70 km/saat sürətlə olsa daha doğru olardı. Çünki biz demişik ki, bərabər sürətlə hərəkətdə biz gücü F dartı vurulsun V kimi yaza bilərik. Bu güc həmçinin N hərfli işarə olunur, qarışdırmayaq. Onda F dartı qüvvəsini istəyirsə bizdən F dartını bərabər taparam. P güc və yaxud da ki, indi N güc də yaza bilərsiniz. Bölünsün V. İndi 70 km/saatı metr bölü saniyə çevirək. Bu da bizə verər 20 metr bölü saniyə. Yadda saxlayın. 5 beylikdə 18 km bölü saat 5 metr bölü saniyədir. 20 km bölü saat yox, 2 dəqiqə. 36 km bölü saat 10 metr bölü saniyədir. 54 km bölü saat 15 metr bölü saniyədir. 70 km bölü saat 20 metr bölü saniyədir. İndi bunu kilometre yerine mil saatin yerine 3600 saniye yazarak da hesablayıp tapa bilərsiniz. Odur ki, biz burada nə edirik? 20 kilovat deyir. 20 10 üstü 3. Sürətimiz isə 20'nin özüdür. Onda 20'lər iqtisad gedir. 10 üstü 3 1000 Newton. Cavab eləyər A variantı. 20'ye baxaq o zaman. Yayı təsir edən qüvvə 2 dəfə artarsa, bax qüvvəni 2 dəfə artırdıqda yayın sərtliyi və potensial enerjisi. Baxın, yadda saxlayırıq ki, sərtliyi K, F elastiklik bölünsün X düsturu ilə hesablana bilər. Amma onların heç birinin asılı deyil.
Asıl olduğu ulduzdur. S'ye bölü sıfırda. Odur ki qüvvə 2 dəfə artanda onun qiyməti dəyişməyəcək. A, S, Y getdi. Potansiyel enerji isə K sabitlidir. Onda ev elastiklik kvadrat bölünsün 2K ile hesaplanır. Şimdi K'mız zaten sabitli. Biz bunu buradan gördük. K sabitli elastiklik kuvvesi 2 defa artanda onun kvadratı 4 defa kadar artacak. Ona göre de uygun cevabımız eləyək. Değişmez ve 4 defa artar. Yani B variantı. 21. Bir ki radiusu 3400 kilometre olan planetin səthindən 600 kilometre məsafədə dairə vurub sürə fırlanan süni peykin sürətini hesablayın deyir. Biz bunu necə hesablayacağıq? Buranı axardım, daha sərgəli şəkildə göstərim. Aha, baxırıq ki, nəyə? Fərz edək ki, bura bir yer kürəsi olsun. Yer kürəsidir. Mərkəzindən səthinə qədər bura radiusdur. Mərkəzindən də müəyyən qədər məsafədə h hündürlüyüdür. Şimdi bizə deyir ki, bu 3400 kilometrdir radius. 600 kilometrdə uzaqlaşıb. Burada h hündürlüyüdür. Biz nə etməliyik? Biz etməliyik ki, birinci kosmik sürətdə ve birinci kosmik sürət nəyə bərabər idi? Jm bölünsün r idi, düzdürmü? Biz bunu tapmışdıq ki, kök altına jr kimi. Balaca j'ni verdiği için ona göre tapdıq. Hər tərəfini r kvadrat, r'e vurub böldükdə, yəni j bölü r kvadratı balaca j idi. İndi məsələ də burasındadır ki, artıq müəyyən bir h hündürlüyünə də qalxıb. Artıq radiusu qədər səthində deyil. Burada düsturumuz olacaq ki, j vurulsun r plus h. Aha, onda cevap ne olmalıdır? J planet için bize verip 4. R üstteki h ise 3400 ile 600'ün cevabı bize verir 4000. Düz dedik. A. Kilometre bölü saniye. Ben düzdü de. 3400, o da 600, 4000. Şimdi buradan da 16 yanında 2'den 0 çıkıyor. Buradan da 4 yanında 2'den 0, 40 metre bölü saniye. Daha doğrusu 40 kilometre. Şimdi biz saatle hesaplamadık. Burada metre bölü saniyeydi. Nereye metre bölü saniye çevirerdik. Çevrek de 4000 kilometre 10 üstü 3 demekti. Yazıram buradan öyle. 12 mi? Deməli, 2'den 4 olduğuna göre biri çıkacak. Neyse düz gelmeyecek o böyle. Bize kilometre bölü saniye değildi zaten. Onda buradan ne olmalı cevap? Bayağı ne tapmıştık? Kilometrelerini hesaplasak. Yoksa düzeyliydik. Kilometre ise de 10 üstü 3 metre çevirmek lazımdı. 4'ten 2 tanesi var. Biri çıktı. 10 üstü 3 de oradan biri çıktı. Çünkü 6, 10 üstü 6 var orada. Bu da bize verecek 4 kilometre bölü saniye. Biz ne ettik şu anlar? Yani slaytlara çevirdik. Sonra kilometre bölü saniye kimi yazdık? Bu da 4'tü. Yani cevap eləyər C variantı. Sonra növbəti suala baxıram. 22. Deyir ki, H hündürlüyündən şaquli istiqamətdə aşağı atılmış cismin düşmə müddəti asılıdır. Cismin atıldığı hündürlükdən. Onda deyəcək ki, T düşmə T qalxmaya bərabərdir. Bu da kök altın 2H bölü J ilə hesablana bilər. Onda hündürlükdən asılıdır. Kütlədən asılı deyil heç biri. Cismin başlanğıc sürətindən. Biz qalxma və yaxud da düşmə üçün yaza bilərik ki, V0 bölü J. Bəli, bundan da asılı ola bilər. Cavab eləyər 1 və 3. 1 və 3 isə A variantıdır. Sonra 23'e baxıram. 23'də deyir ki, verilmiş radius konstantdır. Çevrə boyunca fırlanan cismin tezliyini 3 dəfə artırdıqda, tezlik 3 dəfə artır. Onun impulsu 20 kilogram metre bölü saniye artıb,
Cismin impulsun başlanğıc qiymətini hesablayın. Baxın, bunu indi mən nə yazdım? Endi də P bərabərdir MV'dir. P'nin değerini mən 2 pi r'n yaza bildiyim üçün 2 pi rn m yazdım. Və görürəm ki, P'nin düz mütənasib aslıdır. P1'i B2'ye bölmək bizə verməlidir M1'i N2'ye bölməyi. Və uşaqlar, belə yadda saxlayırıq da. Bu 20 kilogram bu metr bölü saniye qədər artan 3 dəfə artıbsa, deməli bunun əvvəli 10 olub. 10 olub 150, 20 gələndə 30, 10 da 30'a çevriləndə 3 dəfə artmış olur. Ya da ki, belə qiymətlərini də yerinə yazaq. P1 bölsün, P2 yerinə P1 plus 20 yazıram. M1 öz yerində qalsın. N2 də ki 3 dəfə artıb olacaq 3 M1. Qalanı hesablamadı. Deyəcəm ki, M1'lər ixtisar getdi. 3 P1 beraber olacak. P1 üstəgəl 20. 3 P1 20'dirsə, bir dənə də P1 olacaq. 10 kilogram vur metr bölü saniye şəklində. Ümid edirəm tam aydın oldu sizə. Deməli uşaqlar, 24-cü sualdan davam edirik. Deyir ki, kütləsi 4 kilogram olan cisim F qüvvəsinin təsiri ilə 2 metr bölü saniye kvadratı təcillə düz xətli hərəkətə başlayır. Deməli, əvvəlcə hərəkəti yox idi, başlanan sürəti 0 idi. Sürtünmə əmsalı 0,5 olarsa F qüvvəsi neçə newtondur? İndi deməli, bunun kütləsi var 4 kilogram, təcili var 2 metr bölü saniye kvadratı. Düz xətli hərəkətə başlayır. Deməli, başlanan sürət sıfırsa bu bərabər yeyinləşin hərəkət etmiş olacaq. Ona biz bilirik ki, modulca əvəzləyici qüvvə bərabər olmalıdır. Dartı qüvvəsi çıxılsın sürtünmə qüvvəsi. Çünki biz nə bilirik? Yeyinləşən hərəkətdə dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. MA, onda bu bizə verəcək 8. Çünki 2 vur 4 8'dir. F dartı bizdən elə bu F dartını istəyir. Yazıram buradan F dartı çıxılsın. Burada baxın, mərkəzdən aşağı doğru mj ağırlıq qüvvəsi təsir göstərir. Dayaqdan cismə isə dayaqlı reaksiya qüvvəsi təsir göstərir. Dayaqlı reaksiya qüvvəsi mj olacaq. Sürtünmə qüvvəsi də μ-ə bərabər olduğu üçün olacaq μ-mj. Gəlin buradan onun qiymətini tapaq. F sürtünmə bərabər olacaq. μ 0,5, m kütlə 4, c'miz isə 10. Bu da bizə verəcək neçə? 20. 10 da çıxılsın 20 yazsam, F dartını burada necə taparıq? F dartı da bizə bərabər olar. 20 üstə gəl 8, yəni 28 Newton. Sonra keçirəm 25-ci suala. Deyir ki, hansı ifadələr doğrudur? Elastiklik qüvvəsinin işi müsbət olarsa. Elastiklik qüvvəsinin işi müsbətdirsə, yayın potensial enerjisi nə olmalıdır? Azalmalıdır. Səbəb nədir bəs? Ona görə ki, potensial enerjinin əks işarə ilə dəyişməsi həmin o işə bərabərdir. Ona görə də iş müsbət olanda, deməli, qarşıdakı mənfi əsasən potensial enerji azalır, artmaz. Sərtlik zaten dəyişməz. Yəni, K sərtlik əmsalı yalnız K bərabərdir S-yə bölü S0 düsturundan asılıdır. Burada yəni müsbətin olub olmaması sərtliyi dəyişmir. Yayda yaranan elastiklik qüvvəsi isə azalacaq. Niyə görə? Çünki bu iş müsbət olanda biz nə bilirdik? A bərabərdir mənfi delta Y potensial. Bu dəyişməsi, potensial enerjinin dəyişməsi mənfidirsə, deməli qüvvə azalıb. Onda deməli dəyişmir sözü səhvdir, 6 doğru olacaq. Cavab eləyər 1, 4 və 6-cı suallar. Daha sonra gəlirəm 26-cı suala. Deyir ki, faydalı gücü 20 kilovat olan qaldırıcı kran yükü 0,5 metr bölü saniye sürətlə qaldırır. Yükün kütləsini deyir hesablayın. Deməli, qaldırıcı krandır. Onu 0,5 metr bölü saniye ilə qaldırır. Yükün kütləsi. Baxın, bunu bir növ blok kimi qəbul edə bilərik. Onda o qaldırıcı qüvvə əslində mj ağırlıq qüvvəsinə bərabər olacaq. Çünki yükü qaldırırsa, yükün kütləsini nəzərə almaq lazımdır. Və bu arada bir də 0,5 metr bölü sabit sürətli olmalıydı. Ki biz yaza bilək ki, güc bərabərdir F dartı vurulsun V. Bunu da çıxarılışını sizə bir neçə dəfə də izah etmişdim, yəni qeyd eləmişdim. 20 kilovat 20 10 üstü 3 watt deməkdir, bərabərdir. F dartının yerinə mj yazaram, m vurulsun, j'miz 10'dur. Sürətimiz isə 0,5'dir. Onda biz nə edirik buradan kütləni təyin etməkdən ötürü? Kilogramla hesablayacağıq, burada kilogram deyir. Onda m'i tapmaq istəsəm, 20'nin 0 ilə ya da belə eləyək. Elə 0,5'in 0 ilə 10 ixtisar gedəcək. 20'ni 5'ə böləndə, 5'ni ixtisar aparanda burada 4 qalacaq. Olacaq m bərabərdir 4, 10 üstü 3 kilogram. Yəni bunu bu şəkildə yazacaqsınız.
Sonra 27-ci suala baxıram. Deyir ki, cismin sürətinin zamana asılı qrafiki verilib. A əvəzləyici qüvvənin deyir, cisim üzərində gördüyü işdir. Uyğunluğu müəyyən edin. Deməli, burada nə edəcək? Bunu biraz uzaqlaşdırmaq lazımdır. Deyir ki, əgər əvəzləyici qüvvəmiz müsbətdirsə, deməli bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə sürət artmalıdır. Demir ha, hansı istiqamətdə, amma artmalıdır. Biz də bilirik ki, V-nin T-nin asılığında qrafik T oxundan uzaqlaşırsa, onda burada deyəcək ki, yeyinləşən hərəkət olur. 0 T1 və T3 T4. Onda birincisinə uyğun gələcək A, T3 T4-də isə D uyğun gəldi. Daha sonra ikinci hissədə deyir ki, A işi mənfidir. A işi o zaman mənfi olar ki, yavaşın hərəkət olsun. Yavaşın hərəkət isə yalnız bax buradadır. Çünki T oxuna yaxınlaşan qrafik yavaşın hərəkətdir. Odur ki, yavaşın hərəkət üçün yalnız T2, T3 aralığını götürə bilərəm. 2-də C-dir. Üçüncüdə də deyir ki, iş nədir? Sıfırdır. İş o zaman sıfır olar ki, əvəzləyici qüvvəni gördüyü iş. Əvəzləyici qüvvə sıfır olsun. O da bərabər sürətli hərəkətdə olurdu. Baxın, T1, T2-də və T4, T5-də. T1, T2, B'dir. T4, T5 isə Y'dir. Onun üçüncüsündə də olacaq B və Y. 1-də A'dır, 2-də C, 3-də isə B, Y olmuş oldu. İndi gəlirik nəyə? Situasiya. Aha. Deyir ki, sizə təqdim olunan 28-30 sayılı tapşırıqları yerinə yetirin. 0,2 kiloqram kütləli cisim sərtliyi 100 Newton bölü metr olan və 10 santimetr sıxılmış yayın qarşısındadır. Onda biz nə edəcəyik? Yay sərbəst buraxdıqda cisim KLM trayektoriyası boyunca hərəkətə başlayır. M nöqtəsi cismin sürəti 4 metr bölü saniyə olarsa, uyğun düzlər yazmaqla cismə təsir edən sürtünmə qüvvəsini sürtünmə qüvvəsi təsir etmədiyini deyib yoxlayın. Görək sürtünmə qüvvəsi təsir edibmi? Bunu necə bilərik uşaqlar? Yəni burada enerji saxlama qanunu ödənmirsə, deməli burada sürtünmə qüvvəsi var idi. İndi nə edəcək? Bizə deyir ki, 0,2 kiloqram kütlədir. M 0,2 kiloqramdır. Siz bax, burada nə verilirsə, onu bu şəkildə qısa konkret yazın. Sərtlik 1000 Newton bölü metrdir. Bunu da buradan yazdım. 10 santimetr sıxılmış. Demək, bu maksimal olaraq sıxılıb. Düzdür? Onda deyəcək ki, 0,10 santimetr isə 0,1 metrdir də. Bu şəkildə yazdım. Yəni, bu M nöqtəsinə çatanda və M nöqtəsində sürət nə qədər olub? 4 metr bölü saniyə olub. Uyğun düzlərdən istifadə edirik və sürtünmə qüvvəsi təsir edib etmədiyini tapmalıyıq. Bu hündürlüyü də bizə burada verib 1 metr. Getdik. Baxın, əvvəlki halda hərəkət başlamazdan əvvəl. Bu arada hansı qüvvə var idi sadəcə? Yerində dayanmışdı, düzdürmü? Sərbəst buraxdıqda deyir. Əvvəlcə onun kinetik enerjisi 0 idi. Amma potensial enerjisi maksimal idi. Və bu yayın maksimal enerjisidir. Potensial yay. Bu da maksimal olub. Onda mən deyəcəm ki, Y tam birinci halda bərabər olmalıdır nəyə? Y potensialı maksimal qiymətinə. Aha. Odur ki, Y potensial maksimal qiyməti üçün Kx maksimal kvadratı bölünsün 2 yaza bilərəm. Bunun da qiyməti nə verər? K'mız deyəcək ki, 1000'dir, yəni 10 üstü 3'dür. X maksimal 0,1 ise kvadratı %1. %1 de 10 üstü mənfi 2'dir. Böl 2. Bunda deməli mən buradan Y tam 1 üçün yazacağım ki 10 üstü 3 ilə 10 üstü mənfi 2 vuranda 10 qalır. Onu da 2'ye böləndə 5. Deməli bizim tam mexaniki enerjimiz əvvəlki halda 5 joule olmuşdu. İndi gəlirəm M nöqtəsinə çatana görək tam mexaniki enerjimiz eyni 5 joule veribmi bizə? Görürəm ki bu M nöqtəsinə çatanda sürəti də var, müəyyən H hündürlüyü də var. Onda Y tam ikinci halda bərabər olmalıdır. Y kinetik üzərinə gəlsin, Y potensial. Bu da o deməkdir ki mv kvadratı bölünmüş 2 üzərinə gəlsin. mgh. Qiymətləri yerinə yazıb hesablayaq. M 0,2 kiloqramdır. V'miz 4'tür, kvadratı 16 böl 2. Üzerine gelsin. M 0,2'dir. J 10'dur. J'ni 10 verməyib bizə, hə? Amma verməliydi. Eyb yoxdur. Yoxsa yuxarıda verib? Yox, yuxarıda yoxdur içinə. Tamam. Amma J'ni 10 götürəcəyik də. Çünki M nəfəsinin sürəti. Yer səthi deməyik burada. Eyb yoxdur. Yazdıq J'nin yerinə 10. H'ımız da 1'dir. Onda biz burada nə alarıq? Biz burada alarıq ki
0,2 ile 2'ni ixtisara para rahat. Onlar 0,1. 0,1'i 16'ya vurduqda 1,6 eləyər. Üzərinə gəlsin. 0,2'nin tamı ilə 10'u ixtisar aparsam və 2'ni də 1'ə vursam 2 eləyər. Bu cavab eləyəcək 3,6 joule. Hə, deməli əvvəlcə y tam 1 5 joule idi. Sonra y tam 2 3,6 joule olmuş oldu. Deməli eynilik yoxdursa, deməli burada sürtünmə qüvvəsi var imiş. Sürtünmə qüvvəsi əksinə yönəldiyinə görə, yəni A sürtünmə qüvvəsinin işini istəsə bizdən yazarsınız ki, y tam 1 çıxılsın, y tam 2. Və belə bir düstur da var uşaqlar, yəni istəsəz y tam 1 bərabər olmalıdır, y tam 2 üzərinə gəlsin A sürtünmə qüvvəsinin işi. Yəni buradan da yola çıxaraq yaza bilərsiniz. Onda deyəcək ki, ne diyecek buradan? Qiymət 5'ten 3,6 çıxanda 1,4 joule olmuş olur. 28. sualı bu şekilde yazın. 9 balınız hazırdır. Sonra geldim 29. suala. Deyir ki, cismin kinetik enerjisinin getdiyi yolda nasıl qrafiki verilib? Birinci, ikinci, üçüncü hissələrdə cisim necə hərəkət edib, cismə təsirin əvəzləyici qüvvənin cismin getdiyi yolun uzunluğuna nasıl qrafiki tapın? İndi baxın. Biz burada nə etməliyik? Əvvəlcə tapaq görək ki, birinci hissədə nə olub? Qeyd edirik ki, baxın, mən sizə bir neçə dəfə dedim bunu, yenə də deyirəm, unutmayın. Əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Və bunu unutmayın. Bu bizə çox vaxt lazım ola bilər. Əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. Bu da Y kinetik çıxılsın, Y kinetik başlanğıc 0 deməkdir. Əvəzləyici qüvvə də özü F əvəzləyici vurulsun S deməkdir də. Yəni bunu da belə yazaram, Y kinetik çıxılsın, Y kinetik 0. İndi baxıram ki, birinci halda 0'dan 2y'ye gəlib. Deməli, bu müsbətdir, düzdürmü? Bunun qiyməti 2y olmuş olacaq. Onda mən deyəcəm ki, bu əvəzləyici qüvvə deyiriksə, əvəzləyici qüvvə zaten bərabər təcili hərəkətə sabit olurdu da. Gəlin buradan bir göstərim bunu. Cismə təsirin əvəzləyici qüvvənin cisim getdiyi yoldan. Hə. Onda deyəcək ki, F əvəzləyici S-dən necə asılıdır? Qiyməti 2y'dir həmin bu ifadənin. Ona görə də S1'i. Burada S1'i S verib bizə. Onda S olanda F əvəzləyicini gəlin buradan tapaq en yaxşısı. F əvəzləyici birinci halda. Bizə bərabər olacaq. 2y bölünsün S. Onda S-də deməli 2 qiymətini alırdı. Bunu belə qəbul edək. Onda deyəcəm ki, bura F qüvvəsi olar. Bura 2F qüvvəsi olar. 2F qüvvəsindən sabitliyini qorudu, saxladı. S-ə qədər. İkinci hala gəlirəm. İkinci hala gələndə nə olacaq? Burada artıq azalır, mənfi olmalıdır. Geri mənfiyə düşsün. Gəlin bunu qıraqdan özümüz çəkək. Çünki bu mənfi hissəsini göstərməyib buradan. Belə. Deməli, F əvəzləyici. İndi sizdə qəbulda belə bir şey olsa, siz arxasına buradan belə çəkə bilərsiniz. Hə. Nə dedik? Dedik ki, bura F olsun, burada 2F olsun. İndi bura S, bura 2S, burada 3S olmuş olsun. Aha, sonra nə edəcək? Buranı da F götürək, mənfi F. Buranı da mənfi 2F götürək. Həll elədik. Birinci halda nə demişdik? Dedik ki, 2F'dən sabitdir, müsbət 2F'dən sabitdir. Bu hissədə. Müsbət 2F'dən sabitdir. Hətta bunu belə qalınlığı göstərək. Aha. Bu S üçün belədir. Sonra gəldim nəyə? İkinci hissəyə. İkinci hissədə dedik ki, burada baxın 2y'dən y'yə düşüb. Deməli, onda F əvəzləyici vurulsun S2 bərabər olacaq. Y çıxılsın 2y. Fikir verin. Onda bu mənfi y elədi mi? Onda F əvəzləyici ikinci halda bərabər olacaq. S2'miz yenə arada, yəni S qədərdir. Onda deyəcəm ki, mənfi y bölünsün S. Yəni onda bu mənfi 1 qiymətini alar da. Mənfi 1 qiymətini alacağı üçün bu gələr bura. Bu hissədən burada sabitliyini qoruyar. Buradan gəldi. S ilə 2S aralığında. Belə. İndi 2S'ə qədər. İndi 3-cü hissəyə baxıram. 3-cü hissədə görürəm ki, kinetik enerji dəyişməyib. Kinetik enerji sabitdir. Sabitsə bu nə deməkdir? Yəni əvəzləyici qüvvə 0 olur. Dəyişməyib baxın.
Əvəzləyici qüvvə sıfırsa üçüncü halda elə heç özümüzə ciddi verməyək. Burada sıfır götürəcək. Yəni qrafikimiz də bu şəkildə olacaq. Mən bu dediklərimi siz indi toparlayıb yazacaqsınız, amma bu üsula yazmağınız vacibdir. Qısa konkret istəsiz cümlə şəklində də yazın. Yəni bu bizə bəs eləyir ki, 9 bala ala bilək. Sonra 30-cu sual. Deyir ki, cisim A nöqtəsindən sərbəst buraxılır. Aha, cisim A nöqtəsindən sərbəst buraxılır. Sərbəst. Başlanan sürət yoxdur burada. Hə. Deyir o H1 məsafəsini T1 müddətinə, H2 məsafəsini isə T2 müddətinə düşür. T1 böl T2 2 saniyə olarsa, H2 böl H1 nisbətini hesablayın deyir. Yenə də bizim qaydamız ağartdıq hər yeri. Lapsda siz buranı da ağardıq. Hə. Ne inirik buradan? A nöqtəsinin sərbəst düşüb də, düzdürmü? Onda H1 üstə gəl H2 hündürlüyünü mən yaza bilərəm ki, J T1 plus T2-nin mötərizə kvadratı şəklində. Amma təkcə H1-i düşməyini istəsəydi, bu da J T1 kvadrat bölünsün 2 olardı. Yəni biz bunları buradan hesabladıq. Onda nə edəcəyik? T1'i T2'nin əlaqələndirək ya da T2'ni T1'in əlaqələndirək. T1 böl T2 bizə 2'ni verirsə, onda T1'in yerinə 2T2 yaza bilərəm. Yəni əlaqələndirsək daha rahat alarıq da qiymətləri. Onda mən bunun yerinə T1'in yerinə 2T2 yazsam olacaq J 4T2 kvadratı. Niyə görə 2T'nin kvadratı 4T2 böl 2. H1'in yerinə bunu yazdım. Görək. Onda yazarıq ki, bizə nə istəyir? H2 böl H1 istəyir də. H2 üzərinə gəlsin. H2 üzərinə gəlsin. 4 JT2 kvadrat böl 2 bərabərdir. İndi burada T1 ilə T2-ni əlaqələndirsək nə olacaq? T1-i yeni 2T2 yazanda 3T2 eləyəcək. Kvadratı da 9. Onda 9 JT2 kvadrat böl 2 olar. Hə. Onda H2-ni biz əlaqələndirəcəyik necə? 2-də 9-dan 2-də 4-ü çıxsaq 2-də 5 J T2 kvadrat böl 2. Hədə elə belə olacaq da. 2-də 5 J T2 kvadratı. Bu H2 oldu. Bəs H1-i necə taparıq? H1 də ki, bunun cəmi elə ki buydu da. Bu cəmdir. H1-i zaten buradan tapdıq da. Necə tapdıq? Hə, tapmışıq da onu. Bu olacaq H1'miz. 2'də 4. Hətta belə yazıram ki, daha hesablayaq. JT2 kvadrat şəklində. İndi bizə nə deyir? H2 böl H1 istəyir. Onda H2-ni H1-ə böləndə JT kvadratlar, JT kvadrat qiymətlər ixtisar olunacaq. Həmçinin 2'lər də ixtisar olunacaq. Cavab eləyəcək 5 böl 4. İndi bunu özünüz istədiyiniz qaydada, daha rahat qaydada hesablayabilirsiniz, ola bilər. O da eləyəcək bizim üçün 1,25. Yəni nisbət eləyəcək 1,25. Belə uşaqlar, birinci qrup üçün 20 sınav bütün sualların hamısını izah elədim. Ümid edirəm ki, hər biri aydındır. İndi ara vermədən istəyirəm ki, ikinci hissəyə də keçək. Deməli, baxaq görək. Baxın, dördüncü qrup üçün gəlirəm sınav nömrə 2-yə. Burada da yenə eyni mövzulardır. Başladıq. Bizə nə deyirdi? Bizə deyirdi ki, cismin impulsunun birinci sualda, cismin impulsunun zamanı asılı qrafikinə əsasən kəmiyyətlərdən hansılar? Kəmiyyətlərdən hansılar deyir, hesablana bilər. Baxıram ki, P1 var, P2 var, impuls dəyişməsi var və zaman var. Cismi təsir edən qüvvə. Bilirik ki, qüvvə impulsu impuls dəyişməsidir və bu da F vurulsun delta T'dir. Yəni mən buradan F'i tapa bilərəm də, delta P'ni T'yə bölərək. Tapdım. Cismə təsir edən qüvvə impulsu. Qüvvə impulsu elə bunların fərqidir. Bunu da tapa bilərəm. Cismin təcili. Baxın, F'i tapandan sonra geriyə bir dənə bizə M də lazımdır ki, F'i M-ə bölək, A-nı tapaq. Ona görə də 3'ü hesablaya bilməyəcəyik. Təəssüf ki, ona görə də yalnız 1-2 olar. Cavab eləyər A variantı. İkinci suala keçid edirəm. İkinci sualda da deyir ki,
M kütləli cisim E radiusu çevrə boyunca bərabər sürətlə hərəkət eləyir. Cismə təsir edən mərkəzi qaçma qüvvəsi F olarsa, cismin impulsu hansı ifadə ilə təyin olunur? Çevrə boyunca hərəkət eləyir bərabər sürətli. Mərkəzi qaçma qüvvəsi. Gəlin belə yazaq. Mərkəzi qaçma qüvvəsi M vurulsun A mərkəzi qaçmadır. A mərkəzi qaçma düsturu nə idi? V kvadrat bölür deyildi mi? Onda MV kvadratı böl MV kvadratı bölünsün R yaza bilərəm F mərkəzi qaçma üçün. İndi mən buradan V'ni tapsam V bərabər olar. Bax fikir verin. Buradan V'ni tapsam nə olacaq? V'nin özünü tapsam kök altı ifadəsinə düşər və F mərkəzi qaçma vurulsun R bölünsün M yazarıq. İndi bizdən nə istəyir? Bəs bizdən impuls istəyir. Görək, V'ni tapanda F mərkəzi qaçmanı R-ə vurduq, M-ə böldük. Aha, impuls istəyir. İmpuls da P bərabərdir MV-dir də, düzdürmü? Onda görək. M vurulsun kök altında F mərkəzi qaçma vurulsun R bölünsün M yazarıq. İndi belə bir cavab yoxdur. Onda biz bu M-i kökə salaq. Elə olardı yəqin ki. M-i kökə salsaq kvadratı yüksəldərik. Fikir verin. F mərkəzi qaçma vurulsun R vurulsun M-in kvadratı. Bu məxrəcdə də M. İndi buradan bu məxrəcdəki M ilə M kvadratı ixtisar gələcək. Uşaqlar, mən də sizdən birlikdə baxıram suallara. Ona görə yəni bəzən mən də çaşıram. Çaşmıram, yəni düşünürəm sizlə bərabər. Əvvəlcədən düşünülmüş suallar bax deyil yəni. Onda kök altının hamısını bir-birinə vurarıq. A variantı. Maraqlıymış. Üçüncü suala gəlin baxaq. Deyir ki, cisimlərin şaquli istiqaməti yuxarı atdıqda uçuş müddətləri arasında hansı münasibət doğrudur? Baxın, uçuş müddəti şaquli yuxarı atırıqsa 2V0 bölü J ola bilər və yaxud da ki, 2 vurulsun kök altında 2H bölünsün J ola bilər. Yəni, qalxma müddəti və ya düşmə müddətinin 2 mislidir də bildiyimiz şaquli yuxarı atıldığına görə. Sərbəst düşsə və yaxud da ki, müəyyən V0 sürəti ilə düşsə, elə uçuş müddəti də T düşmə və yaxud da ki, T qalxma müddətinə bərabər olur. Onda baxıram V0-larına. M-lərdən asılı deyil uşaqlar. Bunlara fikir verməyin. Havanın müqavimət qüvvəsi zaten nəzərə alınmır. Baxaram ki, ikinci ilə üçüncüdə, yəni T2 ilə T3-də bir-birinə bərabərdir ki V0-lar. Çünki V0-dan düz asıldı axı. Birincisində kiçik olduğuna görə T1 də bunlardan kiçik olacaq. T1 böyük, T1 kiçikdir T2 T3 bərabərliyindən. Buna da uyğun variantımız təbii ki D variantıdır. Daha sonra dördüncü sual. Watt vur saniye bölü metr. Hər zaman yadda saxlayın. Watt vur saniye və Newton vur metr. Bunlar bizə nəyi verir? Bir joule verir. Çünki bir joule yəni işdir. Bunu mən N vurulsun T kimi də yaza bilərəm. Watt vur saniye. İşi Fs kimi də yaza bilərəm. Newton vur metr kimi. Ona görə də elə bunu Newton bölü metr kimi yazsam. Metrlər ixtisar gedər. Qalar Newton. Bu da qüvvənin vahididir. Sonra 5. Planet deyir ətrafında fırlanan süni peyk üçün birinci kosmik sürət aslıdır. Birinci kosmik sürətin düsturu J-M bölünsün R düsturudur. Buradan başqa bir düstura çıxa bilərik J-R kimi. Və yaxud da ki, bu M-in kütlənin yerinə rho V yazarıq. V-ni yeni 3-4 Pierre kub yazarıq. Görə indi lazım olacaqmı? Planetin kütləsindən asılıdır. Təbii ki, bu planetin kütləsi M-dir də ona uyğundur. Süni peykin kütləsindən asılı deyil uşaqlar. Bunu qarışdırmayasınız. Bizim buradakı M-imiz planetin kütləsidir. Ona görə onu qarışdırmayın. 2 ola bilməz. Planetin səthindən olan məsafə. Yəni, müəyyən H hündürlüyünə qalxsa bizim düsturumuz G-M bölünsün R üstəgəl H olar. Ona görə də 1-3-ü doğru götürərik. A variantı. 6. Deyir ki, onda nə deyir? İmpulsu A olan cismin O nöqtəsində iki hissəyə bölünür. Bunun özü burada da iki hissəyə bölünür. Birinci hissənin impulsu P1 olarsa, bax bu buranı P1 deyir. İkinci hissənin impulsunun vektorunun istiqaməti hansıdır? Bölgülərsək məsafə eynidir. Hə. Deməli, bu iki yerə parçalanır. Bunu biraz uzun yol ola bilər, amma mən daha rahat kimi, yəni belə yadınızda saxlaya bilərsiniz deyə düşünürəm. Qüvvələr kimi hesablayarıq. Məsəl üçün görərəm ki, bu normalda bir dama aşağı, bir dama da normalda əvvəli nədir? Sağa doğrudur. İndi ikinci hissəyə baxıram. İkinci hissədə görürəm ki, bir dama aşağıyadır,
İkincisi dedim ya parçalarının biri de. Parçalanan biri bir dama sola, bir dama aşağıyadır. İndi mən nə etməliyəm ki, nə etməliyəm ki? İkincisi, yəni verdikdə P2 ikinci halı, ikinci parçası. O istiqamətdə olsun ki, əvəzləyicilər bax belə olsun. Deməli, onda bu da bir oldu. Deməli, ikincisi sağa doğru iki dama olmalıdır ki, bu birincisi olduğu kimi qalsın. Bu əks istiqamətdə olanda da 2-dən birini çıxanda bir qalır da. Həqiqətən də bax fikir verin. Bundan bu eyni oldu. Deməli onda bizim ikinci peykimiz elə istiqamətdə olmalıdır ki, də 3 istiqamətində olar da. Hə. Həqiqətən 3 istiqamətində olanda, bir də bu istiqamətində olanda biz rahatlıqla ya kosinuslar teoremindən hesablaya bilərsiniz. Aralarındakı bucaq 135 dərəcə olacaq da. 45 dərəcə belə 90 dərəcə ilə. Ya da ki ya da ki bilirsiniz də bunu belə hesablayanda hər bir bölgünü, məsəl üçün 1 götürsək kökdə 2 eləyir. Yəni buradan da elə kökdə 2 qiymətini ala bilərsiniz. Ya da ki dediyim kimi ən rahatı budur. Qüvvə vektorlar kimi cavab eləyər 3 bu şəkildə. Sonra növbəti 7-ci sualı keçirəm. Deyir ki, cisim sabit F dartı qüvvəsinin, sabit F dartı qüvvəsi təsiri altında bərabər təcilər edilir. Bu qüvvənin gördüyü işin zamanı asılı qrafiki. Baxın, işin özü nədir? F-dir, düzdür? Və bunu sabit verib. Bərabər təcili hərəkətdə S-in düsturu üçün nə yaza bilərəm? F vurulsun AT kvadrat bölü 2 yaza bilərəmmi? Onu T-də necə asılı olar? Kvadratik. Heç uzağa getmədən bu A variantını doğru götürərik. Sadə. Sonra 8-ci sual. Şaquli istiqamətdə deyir, yuxarı atılan. Yuxarı atılan cismin kinetik enerjisi 20 joule azalarsa. Baxın, yuxarı atıldıqda nə olurdu? Hündürlük artırdı, sürət azalırdı. Kinetik enerji 20 joule azalanda potensial enerji 20 joule artmalıdır. Hündürlük artıraqı. Tam mexaniki enerjini saxlama qanunu əsasən o dəyişməyəcək. Çünki kinetiklə potensialın cəminə bərabərdir. Kinetik azaldığına görə 20, potensial 20 artmalıdır. Cəm yenə də konstant qalacaq. Odur ki, tam mexaniki enerji dəyişməz, potensial enerji artar. Cavab eləyər A variantı. Sonra 9. Cismi təsir edən ağırlıq qüvvəsi asılıdır nədən? F ağırlıq bərabərdir mg. Yəni bunu neynirsə eləyin, hər zaman mg-dir də. Yəni A təcilindən aşağı, yuxarı, hara atırsınızsa atın, kütləsi olan cismin hər zaman ağırlıq qüvvəsi mg-dir. Kütlədən düz asılıdır. Təcilindən bir sürətindən, baxın uşaqlar, bu dediyim kimi A təcilindən hara atırsınızsa atın, asılı olmayacaq. Nə təcili, nə sürətindən asılı olmayacaq. Yəni, nə inirsə eləyin, o mg-dir. Yer səthində olan hündürlükdən. Hə. Bu ağırlıq qüvvəsini yerinə biz başqaca nə yaza bilərik? Cazibə qüvvəsi kimi. F0 vurulsun, R bölünsün, R üstə gəl H-ın mötərizə kvadratı. Məşhur düsturumuz. Bax, bunu əzbər bilin. Bu J üçün də belədir. J0 vurulsun, R bölünsün, R üstə gəl H-ın mötərizə kvadratı. H-ın yerinə məsəl üçün 2 R qoysaq, cəmi eləyəcək 3 R, deməli 9 dəfə azalar. Və bunları qarışdırmayın, çox qarşınıza çıxır. 10-cu suala baxıram. Deyir ki, çəkisi nəzərə alınmayan yaylar. Yəni, baxın, burada qarışdırmayın, bizə kütlələri demir, yəni ağırlıq qüvvələri demir. Yayların çəkilərini nəzərə almırıq. Onda deyirik ki, kütlələri mg ağırlıq qüvvələri təsir göstərir. Burada da həmçinin mg, burada isə 2 mg ağırlıq qüvvəsi təsir göstərir. Deyir ki, potensial enerjilər arasındakı hansı münasibət doğrudur? Yayların potensial enerjilərindən danışır. Deməli, mən onda deyəcəm ki, burada elastiklik qüvvələri nədir? Elastiklik qüvvəsi uşaqlar. Burada bir dənə mg-də elə bunu F kimi götürəcəm. Bunları yazın, indi üstünə bir də deyəcəm. F elastiklik 2-də bu 1 olsun. Eləyəcək o da 1-dir, F-dir. Burada isə 2 mg olduğuna görə elastiklik qüvvəsi 3-ün üstündə olacaq 2F. İndi, buradan demək istədiyimiz nədir? Elastiklik qüvvəsi yayı deformasiya etdirən qüvvəyə bərabərdir. Yayı deformasiya etdirən qüvvələr də burada sadəcə mg ağırlıq qüvvələridir. Və potensial enerji düsturu üçün biz nə yaza bilərik? K-larımızı verir və qüvvələri görürük də. F kvadrat bölünsün 2K. Bu düsturdan istifadə edə bilərik. Onda potensial enerjinin birinci qiyməti üçün. F1-imiz elə F-dir. F kvadrat. K-mız da elə 2K-dır. Oldu böz yerində. F potensial ikinci halı üçün. Deyəcəm ki, F2-miz yenə F-dir. F kvadrat. K-mız 2K olduğuna görə olacaq 4K. Potensial enerjinin üçüncü qiyməti bərabərdir. F-miz burada 2F-dir. Kvadratı 4F kvadratı. K-sı da elə 2K-dır. Olacaq. Bu da 4K. Bu da bizə verəcək F kvadratı bölünsün K-nın özünü. İndi bana fikir verin. Ən böyüyü harda alındı? Ən böyüyü bu üçün arasından.
En böyük təbii ki, üçüncü halda alındı. Çünki orada məxrəcli kəmiyyət yoxdur. Üçüncüsü en böyük olacak. Sonra birincisi en böyük olacak. Niye göre? Çünkü bir var 4'e bölü, bir de var 2'ye bölü. 2'ye bölünəndə daha büyük qiymət alarım. 4'e bölünəndə daha küçük qiymət. Ona göre 3, 1, 2. 3, 1, 2 yoxdur hocam. Görək. Burada niye böyle cevap yoktu? 2 F'ti. Burada F idi. 2K'ya bölmüştük. Burada da 2 mj'di. Ona göre 2 F olmalıdır. 2 F de kvadratı 4 F kvadratıdır. Bölü 4K. Şuralar ifade bu böyle olmalıdır. 3 büyüktür 1 büyüktür 2. Ama elə bir qiymət yoxdur açalım. Elə bir qiymət verməyib. Bu 2 vurulsun 2K bize 4K'nı verir. Bu da 2 emjitsə 2F'dir. Yoxsa olacaq belə olmalıdır. Yəni isbatını belə göstərdik. Ola bilər bəlkə mexanik səhv eləyərəm, amma yox. Baxıram ki, yoxdur. Siz bunu rəylərdə ya da dərs zamanı mənə deyərsiniz. 11. Baxın, bayaq sizə dediyim düstur. Yer səthindən deyir, H1 hündürlükdə sərbəşmə təcili J0 bölü 4'dür. H2 hündürlükdə J0 bölü 9'dur. H2 çıx deyir, H1 fərqini tapın. Onda biz nə edəcəyik? Bilirik ki, düsturumuz nədir? Yenə də artıq. Deyəcəyik ki, buradan H1 necə hesablayarıq? Gəlin belə eləyək də. J, H nəyə bərabərdir? J0 vurulsun. R bölünsün. R üstə gəl H-ın mötərizə kvadratı. İndi bana fikir verin. Bu J0 bölü 4 olubsa, yəni 4 dəfə kiçilibsə, deməli bu 2'də 1 olmalıdır içi ki kvadratı 4'də 1 eləsin. Onda H-ımız da elə R olmalıdır. Fikir verin. H1'imiz ne olacak? H1'imiz ile R olacak. Niye göre? R ile R'i cəmləsəm 2. Yəni 2'də 1'in kvadratı 4'də 1 eləyər. Həqiqətən də doğru olar. İndi gəlirəm. J0 bölü 9'a. Zaten bunu da bilərsiniz ki, deməli bu da cəm məxrəcini 3 almalıyıq da. Onda J0 vurulsun, yenə də R bölünsün, R üstə gəl. Artıq burada 2R olmalıdır ki, 3'də 1'in kvadratı 9'da 1 eləsin. Həqiqətən də o R'lər ixtisar gedəcək, J0'lar ixtisar gedəcək. Onda H2 bərabər olacaq 2R'ə. H1 R'dir, H2 2R'dir. Onda H2'dən H1'i çıxacamsa 2R'dən R'e çıxacam. Bu da mənə verməlidir bir dənə R'i. Bir dənə R də D variantında verilib doğru. Sonra elastiklik qüvvəsi üçün hansı ifadələr doğrudur? Elastiklik qüvvələri. Yadda saxlayırıq ki, elastiklik qüvvəsi konservativ, yox qeyri-konservativ qüvvədir. Yox, bir dəqiqə, konservativ qüvvədir. Axı o traktoriya nasıl olunur? Baxın inşallah, gəlin bunu aydınlaşdırmışsın üçün konservativ qüvvələr var və qeyri-konservativ qüvvələr var. Konservativ qüvvələr odur ki, qüvvənin işi, yəni trayektoriyadan asılı olmur. Məsələn, ağırlıq qüvvəsi kimi, elastiklik qüvvəsi kimi, yəni onların trayektoriyasından, quruluşundan asılı olmayaraq ağırlıq qüvvəsi hər zaman mgh-dır. Eyni hündürlükdən fərqli trayektoriyalarda düşsə, yenə də mgh olacaq. Elastiklik qüvvəsi də, yəni fərqli trayektoriyalarda qoysaq, məsələn, şaqili qoysaq, üfü qoysaq, yenə də eyni x maksimal olursa və yaxud da ki, yenə eyni qədər yerini dəyişirsə, burada yenə də sərtliyi də dəyişmədiyinə görə ona görə də kx də dəyişmir, elastiklik qüvvəsinin işi də dəyişməyəcək. Ona görə də bir doğru cavabdır. Cismin deformasiyası zamanı yaranır. Bəli, deformasiyanı yaradan qüvvənin əksinə eyni qiymətlə bərabər olur. 3 doğrudur. Elektromaqnit təbiətlidir. Bəli, çünki orada qarşılıqlı cazibə var. Onun dolaqları arasında qarşılıqlı cazibə var. Bu da doğrudur. Onda 1, 3, 4 doğru cavabdır. Sonra 13 ağırlıq qüvvəsi təsir nəticəsi cismə dayaq və ya askı tərəfindən təsir edən qüvvə. Dayağa və ya askıya təsir edən qüvvə çəkidir uşaqlar. Cismin çəkisi nəzəri sualdır. Sonra şaqili aşağı yönəlmiş. Fikir verin. Aşağı yönəlmiş 2 metr saniye kvadrat təcili hərəkət edən lifdə 20 kiloqram kütləli
20 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsinin və cismin çəkisinin. Bayaq da qeyd elədik. Ağırlıq qüvvəsi A təcili aşağı-yuxarı atılıb-atılmasından asılı olmayaraq hər zaman mg'dir. Ona görə də kütlə 20 kiloqramsa J'yə vuraram eləyər 200 Newton. Amma ki, çəki isə çəki A təcilindən asılıdır. Şaquli aşağı yönəlibsə J minus A olmalıdır. Ona görə də M kütləmiz 20'dir. J 10. Burada da 2'ni çıxırıq. 8'i də 20'yə vurduqda bizə verməlidir 160. 200 və 160 cavab eləyər A variantı. Daha sonra 14-cü sual 15'ə gəlirəm. 15. Eyni Venn diaqramda uyğun bəndləri müəyyən edin. Bir var cismin impulsu, bir də var kinetik enerjisi. Hər biri skalyar kəmiyyətdir. Biri bunun arxası var. Aha, yəni 5 dənədir. Tamam. Hər biri skalyar kəmiyyətdir. Ona görə də 3'də hər birini yazacağım belə bu şəkildə. Daha sonra yox, skalyar kəmiyyətdir. Bir dəqiqə. Cismin impulsu skalyar deyil, uşaqlar vektorial kəmiyyətdə. Kinetik enerji hər zaman müsbət qiymət aldığına görə onu skalyar kəmiyyət kimi qəbul edə bilərik. Amma nəsə onu qəbul edək ki, skalyar kəmiyyət kimi. Həmişə sürət istiqamətində yönəlir. Cismin impulsu hara, yəni sürət hara, impuls da ondan eyni istiqamətə yönəlir. Ona görə də 2 gəldi bura. Kinetik enerji skalyardır, onun istiqaməti yoxdur. Hə. Bir anlıq. Bilirsiniz bu nə deməkdir? Sürət, impuls, kinetik enerji bunlar üçü də bir sistem kimi qəbul olunur, amma birlikdə qiymətinə görə, aldığı hesablamalara görə. Amma hə, belə. Hələ ki düz gedirik. Cisim sükunətdə olduqda sıfıra bərabər olur. Cisim sükunətdə olduqda sıfıra bərabərdirsə, nə sürət olmadığı üçün kinetik enerji impulslu olmayacaq. Dəyişməsi cismə təsir edən qüvvənin işinə bərabərdir. Bəli, biz demişdik ki, kinetik enerjinin dəyişməsi əvəzedici qüvvənin işidir. Ona görə bu 4 gəldi bura. Cismin kütləsi ilə düzüm tənasibdir. İmpuls P bərabərdir mv-dir, düz asılıdır. Y kinetik isə mv kvadrat bölü 2'dir. Bu da m-dən düzüm tənasib asılıdır. Onda bu da hər ikisinə uyğun gələr. Görək. 2, 3, 5. Hə, 1, 4, 3, 5 A variantı. A variantı. Sonra 16. Kub formalı cisim üfüqi istiqamətli müstəvidə sürüşür. Kubun telinin uzunluğunun 2 dəfə kiçik olan eyni materialdan hazırlanmış kubla əvəz etdikdə sürtünmə əmsalı. Sürtünmə əmsalı uşaqlar bir növ F sürtünmə bölünsün, F təzyiq və yaxud da ki, F reaksiya qüvvəsidir. Və o yalnız toxunan səthlərin materialından növündən asılıdır. Odur ki, uzunluqdur, sahədir, bunları artırıb azaltmaqla o sürtünmə əmsalını dəyişə bilmərik. Yəni, sürtünmə əmsalı bir növ onun evi ki, materialıdır da, yəni hansı səthin üzərindədir, taxtadadırmı, dəmirdədirmi, asfaltdadırmı, yəni belə. Ona görə də bunun qiyməti dəyişməməlidir. Hə, 17-yə gəlirəm, bir anlıq səs bağlandı. 17. Verilmiş radiusu çevre üzrə fırlanan cismin kinetik enerjisinin tezlikdən asılı qrafiki. Verilmiş radius deyir, düzdür? Mən də deyəcəm ki, sürət nədir? Verilmiş radiusda 2 pi r new'dur. Onda kinetik enerjidə mv kvadratı bölü 2 olduğuna görə mən bunu aparıb yerinə yazsam, olacaq ki 4 pi kvadratı, r kvadratı, new kvadratı, m bölü 2. Görərəm ki, kvadratik düz asıllarda new'dən, yəni kinetik enerji. Ona görə də deyəcəm ki, buradan elə birbaşa A variantı parabolik asılıqda. O birislərə baxmağa ehtiyac yoxdur. 18. Hansı cihazın iş prinsipi Hooke qanunu əsaslanır? Təbii ki, dinamometr, qüvvəni ölçən cihazın iş prinsipi. Daha sonra 19. Mühərrikin gücü 20 kilovat olan su nasosu 80 ton suyu 6 metr hündürlüyə 8 dəqiqəyə qaldırır. Nasosun faydalı şəmsalını hesablayın. Baxın, faydalı şəmsal nə deməkdir? Faydalı gücün tam gücü olan nisbəti vurulsun 100% və yaxud da ki, faydalı işin tam işi olan nisbətinin faizlərli ifadəsi. İndi biz burada gücü verdiyinə görə elə gücdən gedək də. Əvvəlcə tam güc təyin eləyək. 8 ton suyu
8 ton suyu 6 metr hündürlüğe 8 dəqiqəyə qaldırır. Onda biz bilirik ki, güc A bölünsün T'dir. Onda o müəyyən kütləli suyu yuxarıya doğru qaldırırsa, ağırlıq kütləsi iş görür. mgh qədər. Burada da T. Onda davam edirəm. M kütləmiz 80 tondur. 80 10 üstü 3 yazdım. J'miz də 10'dur. H'ımız 6 metrdir. Və deyir ki, 8 dəqiqə. 8 dəqiqə isə 8 vur 60 saniyə deməkdir də. Biz əsas vahidlərini hesablamaq istəyirik. Ondan nə edəcəyik? Onun 0 və 60-la. 6-la. Bu 60-ı ixtisar aparam. 8 ilə də 80 aparsam, burada nə qalacaq? 10. Yəni 10 üstü 4 qalmış olacaq. Bircə dəqiqə uşaqlar. Mühərrikin gücü özü verib də bizə tam gücü. Mühərrikin gücü tam gücdür. Ona bu faydalı gücdür. Yəni orada müəyyən iş görürsə, artıq bu faydalı gücdür. Hə. Onu da gəlin belə yazaq. Deyərik ki, deyərik ki, faydalı şəmsalın düsturunda yazsaq. 10 üstü 4 burada olacaq. 20 10 üstü 3 də aşağıda olacaq. Vurulsun 100%. Bu da bizə nəyi verməlidir? Görək nəyi verməlidir? 10 üstü 4 ilə 20 0 10 üstü 3 ixtisar gələcək. 100'ü də 2'ye böləndə qalacaq 50%. 50% də B variantında verilmişdir. Sonra 20. sual. Deyir ki, yay təsir edən qüvvə 2 dəfə azalarsa yayın sərtliyi. Yayın sərtliyi K bərabərdir. F elastiklik bölünsün X ola bilər. Amma heç birindən asılı deyil. Asılı olduğu kəmiyyətlər S-yə bölü 0'dır. Onda dəyişməz. Onda SB yeni getdi. Yazmırıq. Y potensialda. İndi K sabitdir də, düzdürmü? Qüvvəni deyir 2 dəfə azalarsa. Onda F kvadrat bölünsün 2K kimi yazsam, qüvvə 2 dəfə azalsa. Bax fikir verin, qüvvə 2 dəfə azalsa, 10 kvadratı qədər potensial enerji azalar 4 dəfə. Onda dəyişməz və 4 dəfə azalar. Uyğun cavab A variantıdır. Radiusu 3400 kilometr olan planetin səthindən 600 kilometr məsafədə dairəvi orbit üzrə fırlanan süni peykin 4 kilometr bölü saniyə sürəti olarsa, həmin hündürlükdə sərbəşmə təcilini hesablayın. Sərbəşmə təcili J-ni istəyir bizdən. Onda biz nə edərik? Birinci kosmik sürət üçün yazmışdıq ki, J, M bölünsün R üstə gəl H. Bunu bir də necə yaza bilərik? R kvadratını. Amma ki o R üstə gəl H-dır da. Onda R üstə gəl H-a vursaq sürət və məxrəcə. Bu J olacaq, JH olacaq. Bilsiz niyə? Çünki JH-ımız nə idi? J, M bölünsün R üstə gəl H-ın mötərizə kvadratı idi. Məxrəci də R üstə gəl H-a vursa, R üstə gəl H-ın mötərizə kvadratı olacaq. Sürətə də vuranda elə R üstə gəl H olaraq qalacaq. Hə, bax, bu düsturun çıxarışı buradan gəlir. Bir də mən niyə belə bərabərlik yazdım? Qiymət verib bizə 4 kilometr bölü saniyə. 10 üstü metr bölü saniyə yazıram. Niyə görə? Çünki bizə buradan lazım olacaq da. JH-ımızı bilmirəm. R üstə gəl H isə 3400 ilə 600'ün cəmidir. Bu bizə verəcək 4000 kilometr. 4000 kilometrdə 10 üstü 3'dür də. Yəni 4 milyon yazıram. İndi 4 10 üstü 3 buradan çıxdı. Kök altından 2 10 üstü 3 çıxacaq. Burada da kök altında JH qalacaq. Görə uşaqlar nə alırıq buradan cavab? Mənə də maraqlıdır. 10 üstü 3 ixtisar gedir. 4 ilə 2 ixtisar gedir, qalır 2. İndi mən bu JH tapmaqdan ötürü kvadratı yüksəltməliyəm. JH bərabər olacaq 4. Onda 4 metr bölü saniyə kvadratı Y variantına uyğun cavabdır. Sonra gəlirəm 22-ci suala. Deyir ki, cisim sükunət vəziyyətindən əvvəlcə bərabər yeyinləşən, sonra bərabər sürətlə hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisinin getdiyi yoldan asılılığına uyğundur? Və sükunət vəziyyətindən hərəkətə başlayıbsa, başlanan sürət 0'dır. Ona görə də başlanğıc kinetik enerji də 0'dır. Baxın, yenə də əvəzləyici qüvvənin işi kinetik enerjinin dəyişməsinə bərabərdir. Görürsünüz nə qədər işimizi yarayır? Onda deməli, biz burada nə edəcəyik? Bərabər yeyinləşən deyirsə, A təcili konstantdır. Onda F qüvvəsi də konstant, F əvəzləyici qüvvə də konstantdır. Bunu da belə sabit saxlayıram. Onu da deyəcəm ki, birinci haldan danışırıq, bu birinci hal üçündür. A əvəzləyici yeni F əvəzləyici vur S yazsam, bu da ki, Y kinetik 0 idi axı. Onda elə bunun özü Y kinetikə bərabər olar. Əvəzləyici qüvvə,
Bax, fikir verin. Əvəzləyici qüvvə sabit olanda Y kinetik S-dən düz mütənasib asılı olur. Qrafikini buradan quracağım. Qoy aşağıdan qurum. Yəni, baba buradan qururam. Y kinetik S yoldan asılıdır. Onda deyəcəm ki, birinci halda düz mütənasib asılıdır. İndi gəlirəm ikinci hala. İkinci hala gəldikdə isə bərabər sürətli dediyinə görə təcil sıfırdır, əvəzləyici qüvvə də sıfırdır. Onda deməli, kinetik enerjinin dəyişməyəcəyi də, düzdürmü? İkinci halda artıq burada müəyyən bir sürəti var idi. Görürsünüz, buradakı cavab olmalıdır. Həmçinin burada müəyyən bir sürəti var da. İkinci halda isə o sürətlə davam eləyəcək. Yəni, V-si konstant olacaq. Hə. Onda deyəcəm ki, əvəzləyici qüvvə sıfırsa, kinetik enerjinin dəyişməsi də sıfırdır. Onda Y kinetik deməli konstantdır. Bax, buradan isbatını verdik. İkinci halda isə sabitliyi qorunacaq. A variantı doğrudur. Bax, belə. 23-cü suala baxıram. Haradadır 23? Hə, 2 metr bölü saniyə kvadrat təcil hərəkət edən cismin kinetik enerjisinin zamlaması qrafikinə əsasən cismə təsirin əvəzləyici qüvvəni hesablayın. Təcilimiz də verib. Hə, nə edək? Zamanı da verib. Newtonla deyir, hesablayın, təcili verir. Əvvəlcə gəlin belə danışaq da. Bu başlanğıc halda sıfırdan başlayıb, düzdür? Y kinetik sıfırdırsa, deməli bunun başlanğıc sürəti də sıfırdır. Başlanğıc sürət sıfıra bərabər olanda V-ni yerine mən AT yaza bilərəm. Yazdım mı? Yazdım. Onda Y kinetik üçün yaza bilərəm ki, MV kvadratı bölünmüş 2-dir. V-ni yerine AT yazanda olacaq M A kvadratı T kvadratı bölünmüş 2. İndi mən ixtiyarı aldım. Məsəl üçün zamanın 2 saniyə üçün götürsəm, burada nə olacaq? 800 olacaq. İndi 1 saniyə üçün də götürə bilərəm, daha kiçik qiymət almaqdan ötürü. Hə? Gəlin 1 saniyə üçün götürəyim onda. Daha rahat qiymət alarım. Onda 1 saniyə üçün götürsək, burada 200 alarıq qiymətimizi. Onda 200 bərabər olar. M-i verməmişdi, onu istəyirdi bizdən. Hə? Yoxsa qüvvəni istəyirdi. Yəni birinci M-i tapaq. Ahına 2 vermişdi. Kvadratı 4. T'miz 1 böl 2. Onda deməli nə alırıq? 2 ilə 4 ixtisar gedir, burada 2 qalır. Bu 2 ilə də 200 ixtisar gedir, burada 100 qalır. Onda M bərabər olacaq 100 kiloqramı. M bərabər 100 kiloqram tapdıq. Tamam. Bizə nə istəyirdi? Əvəzləyici qüvvəni istəyirdi. Hə, heç nədir. Onda deməli, əvəzləyici qüvvə MA-dır axı. Onda F əvəzləyici bərabərdir MA. M 100. A təcrübəmiz də 2 vermişdi. Cavab eləyəcək 200 Newton. Bu şəkildə maraqlıdır. 24-də baxıram. Kütləsi 4 kiloqram olan cisim 28 Newton qüvvənin təsiri ilə 2 metr saniyə kvadrat təcili hərəkətə başlayır. Deməli, hələ ki hərəkəti yoxdur. Başlanan sürət sıfırdır. Cisimlə səth arasındakı sürtünmə əmsalı nə qədərdir? Mərkəzindən aşağı doğru MC ağırlıq qüvvəsi, dayaqdan cismə dayağı reaksiya qüvvəsi, sağa doğru hərəkət etdiyi üçün sola doğru da F sürtünmə yaranır. Biz nə bilirik? Biz bilirik ki, bu arada A tərcihindən sağa doğru hərəkət edir. Onda deməliyəm ki, əvəzləyici qüvvə, MA əvəzləyici qüvvə, F çıxılsın F sürtünmə olmalıdır. Birbaşa birinci F sürtünmə tapaq. Kütləmiz 4-dür, təcilimiz 2-dir. 4 vurur ki, 8 bərabərdir. F çıxılsın F sürtünmə 28-dir. Onda F qüvvəsi, daha doğrusu, biz sürtünməni tapmalıyıq. Hə? F qüvvəsi 28 Newtondur. Bura 28-dir. 28 çıxılsın F sürtünmə yazıram. Hə. Onda F sürtünmə 28-dən 8 çıxanda 20 eləyəcək. Həmçinin bu N nə qədərdir? N. Burada mg ilə tərazlaşıb. F sürtünmə də μN olduğuna görə yazıram ki, μN hansı ki o da μmg olacaq. 20-yə bərabərdir. İndi gəlin burada μ'ni tapaq. μ bərabər olacaq. 20 bölünsün mg. M 4 kiloqramda, J də 10. Bu 40'da 20 yəni 2'də 1 deməkdir. Bunun da yerinə 0,5 yaza bilərik. Cavab eləyər 0,5. Sonra 28, 25 hansı ifadələr doğrudur? Elastik qüvvəsinin işi mənfi olarsa, baxın birinci qrupda baxdıq, orada tam tərsi olurdu. Onda burada iş mənfidirsə, potensial enerjinin əks işarə ilə dəyişməsinə bərabər olduğuna görə bu iş potensial enerjisi nə olacaq? Artacaq. Burada cavab eləyər 2. Yayın sərtliyi zaten sabitdir, dedik ki o dəyişmir. Yayda yana elastiklik qüvvəsi dəyişmir, səhvdir. Çünki burada yəni iş mənfidir, dəyişmə var da, iş sıfır deyil. Ona görə də elastiklik qüvvəsi gərək artsın ki, bu dəyişməsi belə deyək də müsbət olsun. Onda işdə mənfi olacaqdır, qarşıdakı mənfiyə əsasən.
Artanda Y potensial müsbətdir, sıfırdan böyükdür. Amma qarşıda mənfi olduğuna görə iş mənfi olur. Cavab 6. Onda cavab eləyəcək 2, 4, 6. Sonra baxırıq nəyə? 26-cı suala baxırıq. Cisimlər deyir, qeyri-elastik toqquşmasından sonra onların toplam kinetik enerjilərini hesablayın. Qeyri-elastik toqquşacaqlarsa, mən nə etməliyəm? Burada toplam kinetik enerjilərini istəyir də bizdən. Görək, belə hesablasaq düzgün gələrmi? Deməli, Joule hesablamalıyıq. Bunlar qarşı-qarşı hərəkət edirlər, düzdür? Bunların kinetik enerjilərini ayıraraq da tapıb və hesablaya bilərik, amma toqquşmasından sonra deyir. Qeyri-elastik toqquşacaqlarsa, elə bir ki, baxın, bunlar bir yerdə toqquşdular. Hansının impulsu daha çoxdur? Bunun impulsu 15-dir, bunun impulsu isə 10-dur. Deməli, onda impuls 15 olan istiqamətində və bu istiqamətdə birlikdə hərəkət edəcəklər, yekun bir sürətlə. Onda Y yekun, yəni kinetik enerji yekun qiymətdir. Bərabər olacaq M sistem, yəni ikisi birlikdə hərəkət edəcək. Yekun kvadrat böl 2. Buradan daha rahat alacağım. İndi M sistem, bunlar ikisi birlikdə toqquşub hərəkət eləyirlərsə, 3 kiloqram, 2 kiloqram cəmlənməlidir. Onda cəmi eləyəcək 5. Sonra V yekun olaraq necə hesablayarıq? V yekun qeyri-elastik toqquşmada əgər qarşı-qarşıyadırsa, düstur o. Əks işarədən, yəni olduğuna görə biz bilmirik hansı böyükdür. Modulda yazırıq. M1V2, M1V1 çıxılsın M2V2 modulda bölünsün məxrəcdə M1 üstə gəl M2. Gəlin tabaq. Deməli, dedik ki, M1V1-imiz 15 idi. 3-ü 5-ə vurmuşduq. Burada isə 2 vur 5, 10-dur. 15-dən 10-u çıxırıq. Kütlələr də 3 ilə 2-ci cəmi 5-dir. 15-dən 10-u çıxanda 5, 5-i 5-ə böldükdə 1. Bunda sürətimiz oldu 1, kvadratı da 1. Böl 2. 5-i də 2-yə böləndə bizə verəcək 2,5 joule. Ümid edirəm, tam aydın oldu. Qeyri-elastik toqquşma, yəni toqquşurlar birlikdə hansının impulsu daha çoxsa o istiqamətdə gedirlər. Əgər eyni istiqamət olsaydı, istiqamət dəyişməyəcəkdi. Sadəcə ikisi birlikdə hərəkət edəcəkləri üçün sürət azalacaqdı. Həmçinin burada da azalır zaten sürətlər. 27-yə baxaq. Nə deyir burada? Deyir ki, uyğunluğu müəyyən edin. Cisim şaquli istiqamətdə hərəkət edir. Cismin çəkisi. Yəni belə, bu böyük olsun, bu kiçik olsun. Yəqin ki, belə olardı. Mən belə təxmin elədim. Əgər mg-dən böyükdürsə, deməli yuxarı birinci hal üçün yazıram. P bərabər olmalıdır. M vurulsun J plus A. Bu nə zaman olurdu? Şaqil yuxarı yeyinləşən və şaqil aşağı yavaşqın hərəkətdə. Çünki yavaşqın hərəkətdə biz işarənin tərsinə götürdükdə aşağıda çıxırdıqsa bərabər yavaşqın olanda toplamalıydıq. Ona görə də bu hansı üçün ödənir? Cisim dayaqla birlikdə yuxarı yeyinləşən hərəkət edir. Bu doğrudur. Cisim dayaqla birlikdə yuxarı yavaşlayan xeyir. Dayaqla birlikdə aşağı yeyinləşən yox. Bərabər sürətli yox. Bu ümumiyyətlə C burada olmamalıdır. Çünki sərbəst düşmə sözü varsa, bu o deməkdir ki, yəni dayaq yoxdur. Dayaq yoxdursa çəkidən danışa bilmərik axı. Ona görə də birincisində sadəcə A uyğun gəldi. Gəlirəm ikincisinə. İkincisində deyir ki, kiçikdir. Kiçik olması üçün P bərabər olmalıdır. MJ minus A. Yəni bu təcili qədər azalmalıdır. Azalacaqsa deməli bu aşağı istiqaməti yeyinləşən olmalıdır ya da yuxarı istiqaməti yavaşlayan. Onda deməli deyəcəm ki, B-də cisim dayaqla birlikdə yuxarı toplamalıydıq, amma yavaşlayan dediyinə görə çıxacaq. B doğrudur. B-ni düzgün götürərəm. Sonra D bərabər sürətli deyir, bu yox. Dayaqla birlikdə aşağı yeyinləşən deyirsə, bu da doğrudur. Ona görə yeni də bura götürərəm. Sonra gəlirəm üçüncü hissəyə. Üçüncü hissə üçün yazanda görüm çəki mg-yə bərabərdir. Bu o deməkdir ki, A təcili sıfırdır. Ona görə də bərabər sürətlə hərəkət edir. Burada bir dənə D qaldı. O da bərabər sürətlə hərəkət edir. Doğrudur. Onda cavab eləyəcək 1A, 2B'yi, 3D isə D. Sonra gələk nəyə? Gələk situasiyaya. Deyir ki, oyuq soxu boyunca hərəkətə başlayan, nə istəyir? Qoy bunu belə oxuyaq. Kütləsi 1 kiloqram olan təcili proyeksiyasının zamnası qrafiki verilib 28-də. 6 saniyə ərzində necə hərəkət eləyəcək? Gəlin belə eləyək. 6 saniyə ərzində necə hərəkət eləyir? Təcilimiz müsbətdir və bizə deyir ki, oyuq soxu boyunca. Uşaqlar, oyuq soxu boyunca əslində gəlin belə deyək də.
x oxu istiqaməti desəydi daha doğru olardı. O x oxu boyunca yəni əksinə də gedə bilər, düzünə də gedə bilər də. Hərəkətə başlayan deyirsə, hərəkətə başlayan deyirsə, V0 deməli sıfırdır. Onda bu yeyinləşən hərəkətdir. Bilirik də yeyinləşən hərəkətdə başlanğıc sürəti sıfır olması, yəni yalnız yeyinləşən hərəkətə uyğundur. 6 saniyə ərzində deyək ki, necə hərəkət edəcək. Onda biz bunu o x oxu boyunca deyirsə ev yoxdur. Yəni başlanğıc sürəti deməyək, onun birinci haldakı sürətini müsbət götürək. A1'imiz də müsbətdir. Çünki A1'imizin qiyməti 4 verib də bizə. Onda deyəcək ki, bu, yəni bunları da yazırsınız, yəni sözlə də yazıb deyərsiniz orada. Deyirsiniz ki, A müsbətdir, V də x oxu istiqamətdə getdiyinə görə müsbətdir. Ona görə də bu birinci halda. Birinci halda deyirik ki, x oxu boyunca, qələmi dəyişim. X oxu istiqamətində bərabər yeyinləşən hərəkətdir. Yəni birinci hissə yazırsınız, istəyirsiniz 0, 4 aralığını yazın. Ya da ilk 4 saniyə ərzində. Yəni bunu da belə yaza bilərsiniz. Sonra 4-6 saniyə aralığında necə hərəkət edir? Artıq təcilimiz mənfi olub. İkinci halda bu x oxu istiqamətdə getdiyinə görə müsbət götürmüşdük də, düzdürmü? Ona görə də deyəcək ki, bu V2-si müsbət idi. A2-si isə mənfi oldu. Yəni A2-sini bizə verir mənfi 2 metr bölü saniyə kvadratı. Onda da deyəcəksiniz ki, 4-6 saniyə aralığında isə x oxu boyunca bərabər yavaşlayan hərəkət edir. Bizdən sırf hərəkətini istəyirsə, ona görə də bunu belə yazdık. İlk 6 saniyə ərzində 4 saniyəsində x oxu istiqamətini yeyinləşən, 4-6 saniyə aralığını isə x oxu istiqamətini bərabər yavaşlayan kimi götürərik. Sonra 27-ci sual. 6 saniyə müddətində cisimə təsir edən əvəzləyici qüvvənin işini tapın. Onda deməli biz nə etməliyik? Onun tednaslığını verir də bizə, düzdür? Başlanğıc sürətimiz sıfıra bərabər idi. A'ları da bizə verir. Kütləni də verir bizə. Onda deyəcəm ki, əvəzləyici qüvvələri hesablayan zaman. Bax, F birinci halda nəyə bərabərdir? F birinci halda, amma bunu başqa cür də eləyə bilərik əslində. F yox. F birinci halda nədir? M zaten eynidir. M A1. M'i 1 vermişdi. A1'i de oradan 4 görmüşdü. Bu bize verir 4 Newton. Düzdür. F ikinci halda bize verir. M vurulsun A2. Deməli, M yenə 1'də A2'ni mənfi 2 tapmışdıq. O bize verəcək mənfi 2 Newton. Onda bunların özlərinin əvəzləyicisi isə 2 ilə mənfi 2 cəmləsən bizə verəcək 2 Newton. Bu kinetik enerjiden de gedə bilərik. Onunla da gedəcəm. Oradan da hesablaya bilərik. S'imiz yoxdur, həm? Geriyə elə əvvəldən oradan gedərdik. Eyb yox. S də tapaq da. Ya da istəsəz belə eləyək. Bu F əvəzləyicini burada tapmayaq. S1 ilə S2-ni tapıb sonra onları hasil kimi yazaq. Daha maraqlı olar, hə? S1-i tapsaq, başlanğıc sürətimiz 0 idi. Onda A1 T kvadrat böl 2 yazaram. A1 T1 kvadratı. Bu ilk 4 saniyə üçün idi. A1'imiz də 4 idi. 4 vurulsun 4'ün kvadratı 16 böl 2. Bu bizə verər 32'ni. A əvəzləyici birinci halda nə olacaq? F1 vurulsun S1. Yəni 4 vurulsun 32. Bu da bizə verər 4 vur 2 8, 4 vur 3 12. 128 joule. İndi başqa bir qısa yolla da deyəcəm. Sadəcə bu yolu başladıq, bunu bitirim. İndi buradan S2-ni tapmaq istəsək, S2 nə olacaq? S2-də baxın, bu hissəsində artıq müəyyən bir sürətdən başlayırdı. Burada artıq müəyyən bir sürəti olmalıydı. O hansı sürətdir? V1'in son sürətidir. O da A1T ilə, A1T1 kimi hesablanacaq. O da bizə verəcək 4 vurulsun 4, 16. Niyə görə? Çünki bu birinci hərəkətin sonu, ikinci hərəkətin başlanğıcıdır da. Onda deyərəm ki, hə. Aha. Onda deyərəm ki, burada V0T plus A2T kvadrat bölü 2. Bunlar indeksdən 2 yazaq.
Beraber olar. V sıfırımız dedik 16'dır. T2'miz ise 2 saniyeydi. 16 vur 2. A'mız mənfi olduğuna göre çıxırım. 2 öz yerində yazırım. T'miz de 2 idi. Kvadratı 4 böl 2. Buradan da 16 2 vuranda 32. Ee, deməli 32 buradan da hesablasaq 4 eləyir. Bu elədi bizim için 28. Bəs A əvəzləyici 2'ni tapsaq ne olacak? Bu biraz uzandı ama yani həll yoldu da bu da yani burada da səhv değil. Kısa yolunu da göstereceğim. A əvəzləyici 2 beraber olacak. F əvəzləyici 2 vurulsun. S2. F əvəzləyici 2'ni mənfi 2 tapmışdıq. S2'ni 28 tapdıq. Bu da bize verecek mənfi 56 oldu. Şimdi fikir verin neye? Birincisini 128 yol almışdıq. İkincisini mənfi 56 yol. Onda ümumi A əvəzləyici bərabərdir. A əvəzləyici 1 ilə A əvəzləyici 2'nin vektorial cəmi. Vektor dediğimiz yəni işarələrine baxırıq da. Çünki özü skalyardır. 128 üstə gəl mənfi 56 yəni çıx 56 deməkdir. 8'den 6 2, 12'den 5 72. Cavab eləyir 72 yol. Daha dolğundur əslində burada, amma daha kısa yolu da var. Yəni daha kısa yolunu da sizə göstərim. Daha kısa yolu nədir? Bayaq qeyd elədiyim kimi. Hər zaman A əvəzləyici güvənişi kinetik enerjinin değişmesine beraberdir. Delta Y kinetike beraberdir. Bunu da Y kinetik çıxsın, Y kinetik 0 kimi yaza bilərəm. İndi mən nə edəcəm? Başlanğıc sürət 0-a bərabər olduğu üçün və başlanğıc sürət 0-a bərabər olduğu üçün başlanğıc kinetik enerjini də 0-a bərabər eləyəcəm. Onda sadəcə Y kinetik tapmaq lazımdır. mv kvadrat bölü 2. Amma 6 saniyə ərzində. 6 saniyə ərzində, onu gəlin qrafiki qaydıq oradan göstərim. Birinci halda biz sürəti bayaq ne tapdıq? Birinci halda sürəti, bax buradan sürəti hesablayıram. Birinci halda V1'miz tapdıq ki, A1 T1'e bərabərdir. 4 vur 4 16'ya bərabərdir. V2 isə nə olacaq? Sondakı 6 saniyə sondakı sürət mənə lazımdır. Onda V1 üzərinə gəlsin A2 T2 değil mi? Yani birinci son sürəti, ikinci başlanğıcı da. Onda V2 bərabər olacaq 16 çıx 2 vur 2. Niye? Çünkü mənfi 2'dir. Zamanımız da 6-4 aralığı 2'dir. Onda V2'mizi ne taparıq? V2'mizi taparıq. 16 çıx 4 yani 12 kimi. Qayıtdıq bura. Hə. İndi burada ne olacaq? Bu MV2 kvadrat bölü 2 olmalıdır sonuncusu. Onda M kütlemiz 1. 12'nin kvadratı 144 bölü 2. Bu da bize verir yenir 72 joule. Bu da onun ikinci yoldu. İki sunu da yazsaz qəşəng. 9 balınız da hazırdır. Ama her birini ayrı-ayrılıqda düz yazsaz o da 9 balınız hazır olmuş olacaq. Koordinat oxları üzərində kəmiklərin qiymətlərini göstərməklə cisim impulsunun proyeksiyası nasıl qrafikini göstərin. Hə. Deməli bax, nə edirik? Biz birinci halda nə dedik? Dedik ki, başlan sürəti 0 idi. Üzərinə gəlsin A1 T1 olmalıdır. Onda V1 bərabər oldu nəyə? V0 0 idi, onu yazmıram. A1'miz 4, T'miz də 4. Bu elədi 16. Deməli 0-dan başladı 16'ya kimi. Buna P1 də MV1 olduğuna görə, M kütlədə 1 kilogram olduğuna görə eləyəcək 16. Deməli 0-dan başlayacaq. 16 qiymətinə qədər və bura kimi artacaq. Bunu buradan artırdım. Bu bizim P1'imizdir. İndi P2'ye gəlmək istəyirik. P2 gəldikdə nə olacaq? Hə, indi gəlirik V2-ni hesablamağa ki, sonra P2-ni tapaq. V2-ni tapanda dedik ki, V1 üstə gəl A2-D2 olmalıdır. Çünki bu davam edən hərəkətdir də. Onda V2 də bərabər olmuş olacaq. V1'miz 16. Bayaq yazmışdıq əslində bunu. Çıxılsın 2 vur 2. Bu da eləyəcək 12. Onda P2'ni də hesablamaq istəsək, MV2 olduğu üçün eləyəcək bu da 12. İndi bu elə bil ki 16'dan başlayacaq. 16'dan başlayacaq. Amma 12-dədir qiyməti. Onda azalan istiqaməti götürək. Fərz edək ki, bura 12-dir. Bu neçə saniyə olmuşdu? Bu 4 saniyə olmuşdu. Aha. Bu da onda 6 saniyə kimi bura gələcək. Növbəti 2 saniyə ərzində. Onda qrafikini belə göstərərik. 16'dan 12'ye düşün. Hə, bax qrafikimizdə belə olacaq. Bu şəkildə ümid edirəm bütün suallar sizə tam aydın oldu. Qaranlıq heç nə qalmadı.
Aydın olmayan nə varsa, rəy bölməsində yazmaqla mənə bildirə bilərsiniz. Həmçinin dərs zamanında soruşa bilərsiniz. Bu kimi videolar sizin üçün faydalıdırsa, sizə zəhmət bəyənməklə, yoldaşlarınızla bölüşməklə, həmçinin rəylərdə bunu bildirməklə məni sevindirmiş olarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn dərs sahlarında görüşmək ümidi ilə hələlik özünüzə yaxşı baxın.